Sağlam gün, ay. Sağlam olmaq çox önəmlidir. Sağlam olmaq həyatımızın qayəsidir. Sağlam olmaq üçün sağlam gün ay canlı qarşınızdadır. Bizi izləyərək də sağlamlığınıza bir yatırım edə bilərsiniz. Hər gün bizimlə bir addım atmış olursunuz sağlamlığınız uğrunda. Ona görə bizi izləməkdə çox böyük fayda var. Ekrana yaxın əyləşin. Hər kəsi salamlayıram. Bu soyuq, yağışlı bir yaz günündə hər kəsin əhval-ruhiyyəsinin gözəl olmasını diləyirəm. Ən əsası canınız sağlam olsun. İnsanın canı sağlam olanda təbii ki, əhval-ruhiyyəsi də yerində olur. Ona görə bugün də çox dəyərli həkimlərlə qarşınızdayıq. Siz bizə Karega brendinin xüsusi sponsorluğu ilə baxırsınız və Karega brendi artıq uzun müddətdir ki, bizlə bərabərdir. Mən təşəkkür edirəm bu brendə və birazdan elə bu brend haqqında da məlumat verəcəm. Və ilk həkim qonağımızı sizə təqdim etmək istəyirəm. Dəyərli həkim pediatr, uşaqların sevimlisi, uşaq xəstəlikləri üzrə mütəxəssis Kənan Qarayev bizlə bərabərdir. Xoş gəlmişsiniz, doktor. Xoş gördük. Mən də hər kəsə salamlayıram. Xoş günlər arzu edirəm. Sevinirəm ki, yenə də bugün buradayıq və uşaqları, valideynləri maarifləndirə biləcəyik inşallah. Və bugün də çox maraqlı bir mövzu olacaq. Valideynlərin daha çox vurğuladığı mövzu üzərindən müzakirə edəcəyik. Hər zaman da onu seçirik ki, valideynlərin dilindən danışaq, anaların dilindən danışaq ki, onlar daha rahat olsunlar və suallarına cavab tapa bilsinlər. Dəyərli doktorumuza birbaşa canlı yayımımıza suallarınızı ünvanlaya bilərsiniz. İnteraktiv şəkildə həm WhatsApp üzərindən 055 254 0106 həm zənglər edə bilərsiniz. İndi TikTok canlı yayımımızı da aktivləşdirəcəm. Qoşulub birbaşa canlı yayımımıza suallarınızı ünvanlaya bilərsiniz. Dəyərli Kənan Qarayev, uşaq həkimimiz, pediatrımız Funda Hospitalda çalışır. Doktorla əlaqə saxlamaq istəyənlər üçün əlaqə nömrələri artıq ekranlarda görünür. 050 224 51 05. Funda Hospitalın ünvanını soruşanlar üçün isə qeyd edim ki, Nərimanov rayonu İsmail Hidayətzadə küçəsi 163 ünvanında yerləşir. Doktorun Instagram səhifəsini də ekranlarda görürsünüz. Doktorun öz saytı da var, öz adına bağlı Kənan Qarayev. Eyni zamanda YouTube ünvanı da var, hansı ki Kənan Qarayevdəyə axtarışa verib. Çox faydalı mövzularda onu izləyə bilərsiniz, dinləyə bilərsiniz. Və əziz şəkillər, Mingəçevirlilər və Qubalılar, sizə şad xəbərim var. Mövzuya keçid etməzdən öncə istədim ki, bu şad xəbəri sizə çatdırım. Çox deyirdiniz ki, Kənan Qarayev biz tərəflərə də gəlsin, bizim övladlarımızı da müayinə etsin. Bəzən görürsən ki, elə valideynlər var ki, işləri ilə əlaqədar uzun məsafə qət edə bilmirlər və yaxud da bu uşaqlara aid olur. Müəyyən sağlıq problemləri var ki, onlara bağlı olaraq uşaqlar çox uzun yol qət eləyə bilmirlər və dəyərli Kənan Qarayev inşallah 9 may tarixində Şəkidə, əziz şəkillər, bu xəbər sizin üçün. Dəyərli Mingəçevirlilər, 11 may Mingəçevirdə və 25 may Qubada olacaq. Əziz Qubalılar, salamlayıram sizi buradan və çox deyirdiniz, çox yazırdınız. Bizim qaynar xəttimizə çox mesaj gəlirdi və sağ olsun dəyərli Kənan Qarayev bu mesajları, bu fikirləri, bu istəkləri nəzərə alaraq sizə də təşrif buyurur və gəlib elə orada yerindəcə sizin övladlarınızı da müayinə edəcək, müalicə edəcək, onlara şəfa verəcək. İnşallah Allah köməyiniz olsun hər birinizin. Və bugün danışacağımız mövzu yəqin ki, artıq valideynlərin belə marağını cəlb elədi ki, doktor söylədi ki, məhz sizin istəyinizlə təyin olunan mövzudur. Bəli, elədir. Mən də qoşuluram, amma bir xatırlatmamız var. Gəlin o xatırlatmanı izləyək, dərhal sonra bugünkü mövzudan xəbərdar olacaqsınız. Bugün bir çox valideyni narahat edən bir mövzunu müzakirə edəcəyik. Uşaqlarım niyə çox tərləyir? Səbəb nədir? Belə cavabı söyləyək ki, bütün yaş qrupunda olan uşaqlarda biz tərləmə halları müşahidə edə bilərik. Qan azlığı və yaxud da anemiyası varsa, bu uşaqlarda tərləmə halları daha çox görə bilərik. Kalsium D vitaminin düşüklüyü fonunda yenidə olmuş körpələrdə, ana südü yeyən zamanlarda baş tərləməsi, bədən tərləmələri müşahidə edə bilirik. Hipo və yaxud da hipertiroid fonunda uşaqlarda tərləmə halları biz görə bilirik. İstər yuxarı nəfəs yollarının xəstəlikləri, istər aşağı nəfəs yollarının xəstəlikləri və yaxud da xroniki mədə-bağırsaq sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri və yaxud da bədəndə gələn hər hansı bir metabolik dəyişikliklər fonunda da biz tərləmə hallarının daha çox olduğunu görə bilirik və allergik uşaqlar digər uşaqlarla müqayisədə daha çox tərləyə bilirlər. Bağça yaşlı uşaqlarda və yaxud da 18 yaşa qədər uşaqlarda da səbəbsiz tərləmələri görə bilirik. Belə hallar olanda mütləq bir tarama eləmək lazımdır, bir baxmaq lazımdır. Bəzən valideynlər dərmanlar verərək uşaqların tərləməsinin qarşısını almağa çalışırlar. Bu yanlış bir qərardır və bu artıq valideynin diqqətini cəlb edə bilirsə, bunu bir araşdırmaq, altda yatan səbəbi bilməyimiz lazımdır.
Valideynlərin çox zaman laqeyd yanaşdığı, amma həm uşağın sağlamlığına, həm də onun sosial psixologiyasına təsir edəcək bir mövzudan danışacaq. Deyəcəksiniz ki, görəsən nədir həm sağlamlığına, həm onun sosial psixologiyasına təsir göstərir? Biz ağız qoxusundan danışacağıq. Bəzən ağız qoxusu çox sadə xəstəliklərdən xəbər versə də, bəzən çox ağır durumlar da qeyd oluna bilir. Ciddi parazit infeksiyası və digər xəstəliklər gizlənə bilir bunun arxasında. Bugün dəyərli pediatrımızla birlikdə bu uşaqların ciddi bir problemini müzakirə edəcək. Ümumiyyətlə, uşaqlarda ağız qoxusu nədən yaranır, əsas səbəblər nələrdir, hansı xəstəliklər bunun altında gizlənə bilər, hamısı barəsində dəyərli mütəxəssisimiz məlumat verəcək. Teşekkür edirəm, minnətdaram. Yenə də söyləyirəm, biz seçdiyimiz mövzular valideynlərdən gələn suallar əsasında biz ayrılırıq və onları maarifləndirməyə çalışırıq. Bizə müraciət edən pasientlərin %30-u uşağının ağzından qoxu gəlir. Görəsən, uşağın niyə ağız qoxusu var və səhər yuxudan oyanan zamanlarda, gün ərzində və yaxud da qidadan öncə və yaxud da sonra günün müxtəlif saatlarında ağız qoxusundan əziyyət çəkə bilirlər. Bu əsasən də 1 yaşın üzərində olan uşaqlarda daha çox gələn şikayətdir və məktəb yaşlı uşaqlarda bu daha çox artaraq valideynlərin diqqətini cəlb edə bilirlər. Ağız qoxusu bizə nə deyir? Niyə ağız qoxusu kəskin şəkildə olur? Onlar üzərində müzakirələrimizi edəcəyik. İlk olaraq normal hallarda və yaxud da qeyri-normal hallarda müxtəlif xəstəliklər fonunda uşaqlarda ağız qoxusu müşahidə oluna bilir ki, məsəl üçün hansı uşaqlar ki, tez-tez xəstələnən risk uşaqlarıdır, qrupuna aiddir, yuxarı və yaxud da aşağı nəfəs yollarının tez-tez xəstələnə bilirlər, öskürək müşahidə oluna bilir, nəfəs darlığı müşahidə oluna bilir və yaxud da davamlı valideyn deyir ki, uşağın bir burun axıntısı var, bir burun tıxanıqlığı var, burundan sarı yaşlı bir ifrazat davamlı axırsa və bu bəzən arxaya doğru gəniz axıntısı kimi boğaza doğru axaraq uşaqlarda ağız qoxusuna şərait yarada bilər. Uşaqlarda sinusit əlamətləri, burun ətrafı ciblərinin iltihabı fonunda da uşaqlarda həmin ifrazatın burun arxa divarını yenə də gəniz axıntısı kimi dəyərləndirərək ağız qoxusuna şərait yarada bilər. Bununla yanaşı hansı uşaqlar ki, allergik uşaqlardır, yenə də allergik uşaqlarda yuxarı və aşağı nəfəs yollarının bir nəfəs allergiyası var. Onlarda davamlı şəkildə burun qıcıqlanması, burundan selik axınması, qaşınması, öskürək, təngi nəfəslik müşahidə oluna bilir ki, bu uşaqlarda da biz ağız qoxusunun olmağını müşahidə edə bilirik. Növbəti bir halda hansı uşaqlar ki, xroniki adenotonzilliti, yəni burun və boğazda bir əti var və bunlar təkrar infeksiyalaşmağa meyillidir. Tutaq ki, bir uşağın burun tıxanıqdır, burunla nəfəs ala bilmir, ağızla nəfəs ala davamlı şəkildə. O ağız quruluğunun artmağına, ağız pH-ının dəyişməsinə və nəticədə ağızdan qoxunun əmələ gəlməsinə və təkrar orada bakteriyaların inkişaf olmasına şərait yaradır və uşaqlarda ağız qoxusuna şərait yaradır. Necə incə məqamlardır, doktor? Bəli. Və yaxud da xroniki bir tonzillitdir, xroniki boğaz əti var, təkrar infeksiyalaşa bilir və yaxud da orada bir ciblər var və o ciblərdə davamlı yemək qalıqlarının qalması və yaxud da griplərin olması, infeksiyalaşması, bəzən el arasında probka deyirlər, bir iri nöqtə cibliklərinin əmələ gəlməsi fonunda da uşaqlarda ağız qoxusunu biz təkrar müşahidə edə bilirik. Bəzən görsən elə adi gözlə də baxanda uşağın boğazında həmin o infeksiyalaşma görülür. Bəli, hətta sağlam bir uşaqdır, heç bir qızdırma yox, normal həyatını sürdürür, sadəcə bir xroniki bir tonzilliti var və bu fonda gözdən siz dediniz ki, baxan zamanda orada cibliklər və orada irinlərin ağ-bəyaz bir ərplərin olmağını sanki nöqtə şəklində belə yığıntılar. Görə bilirik ki, bunlar da uşaqlarda ağız qoxusunun yaranmasına şərait yarada bilir və həmçinin ki, hansı uşaqlarda ki, reflü var, mədənin girəcək qapısı açıqdır, o uşaqlarda gecə yatan zamanlarda ağızdan qoxu və yaxud da gündüz zamanlarında da ağızdan qoxu gəlmə hallarını biz müşahidə edə bilirik və bu fonda hansı uşaqlar ki, reflü fonunda hansı uşaqlar ki, aşırı şokolad qəbul edirlər, şəkərli qidalar, paketləşmiş qidalar, qazlı suların bol-bol qəbulu fonunda uşaqlarda bu proses biraz da dərinləşir və bu fonda prosesin daha da uzun sürməsinə və hətta müalicəyə tabe olmamasına gətirib çıxara bilir ki, bu tipli uşaqlarda biz əgər reflü diaqnozu qoyuruqsa, o zaman qidalanmanı düzgün tutmağımız lazımdır ki, bu proseslər ikisi bir yerdə ağız qoxusunun olmasına şərait yarada bilməsin. Doktor o qədər incə məqamlara toxundu ki, yəni mən düşünmürdüm ki, doktor əslində hamısını bir-bir tez-tez vurğuladı. Əslində çox böyük belə əhatəsi var imiş bu ağız qoxusunun. Hələ bir hissəsini biz söylədik, ağız qoxusunun yaranma səbəblərinin. Hansı uşaqlar ki, dəmir defisitli anemiyası var, dəmir çatmamazlığı var, çink çatmamazlığı var, B12 yetməməzliyi var, azlığı var ki, o uşaqlarda da biz ağız qoxusunun yaranmasını müşahidə edə bilərik. Doktor, bu nəyə bağlı olur? Məsələn, dəmir defisitli anemiya olsun, çink çatışmazlığı olsun. Həmin vitamin və mikroelementlər
elementlərin çatmamazlığı fonunda bədəndə mübadilə pozğunluğu, maddələr mübadiləsi dəyişə bilir ki, bu fonda artıq ağızdan bir qoxu müşahidə edə bilirik və bu yəni ağızdan qoxunun gəlməsi A-dan Z-yə qədər həm mikroelement vitamin yetməməzliyinin amili kimi ola bilər, digər faktorların amili ola bilir ki, bunları bir araşdırmağımız lazımdır və qərar verməyimiz lazımdır. Biz buradan bəzən söyləyirik, amma valideynlər, deməli ağız qoxusu varsa dəmir defisiti var və yaxud da çink az yetməməzliyi var, B12 yetməməzliyi və yaxud da doktor dediyi faktorlardan biridir, həmən gedim o dərmanı verim. Bunlar da düzgün qərarlar deyil. Biz yaradıcı faktorların hamısını söyləyirik, ancaq bunu müayinədən sonra həkim qərar verməlidir ki, həqiqətən bunların hansına bağlıdır ağız qoxusu və bu ağız qoxusu həqiqətən valideynlərin dediyi ağız qoxusudur, yoxsa bizə lazım olan xəstəliyə bağlı olan bir kəskin bir ağız qoxusudur. Bunu dəyərləndirmək lazımdır. Bəzən normal ağız qoxusunu valideynlər qeyri-normal da dəyərləndirə bilir ki, səhər yuxudan oyanan zamanlarda əgər dişləri təmizdirsə, dişlərini yatmadan öncə təmizləyibsə, hər hansı bir xəstəlik yoxsa, dediyimiz faktorlar yoxsa, normal bir ağız qoxusu ola bilir. Bu normal bir şeydir. Ona görə bunu bir valideynlə həkim arasında bir mübadilə olmalıdır ki, normal qərar qəbul olunsun. Növbəti bir hal, ən çox rast gəldiyimiz ağız qoxusuna şərait yaradan amil uşaqlarda çürük dişlərin, karies dişlərin olmasıdır ki, bu hər gün biz onunla üzləşirik, baxırıq ki, uşağın ağız borcuna baxırsan, çürük dişləri var və yaxud da süd dişləri, kökləri qalıb, amma yuxarı hissəsi qırılıb, çürüyübdür, tökülübdür, və yaxud da hər hansı bir proses baş veribdir və bu fonda uşaqlarda nə etsək də ağız qoxusunu aradan götürə bilməyəcəyik. Yəni, birbaşa artıq ağız boşluğu ilə bağlı bir problemdir. O zaman biz o uşaqların dişlərini stomatoloqa yönləndirib düzəlməsinə qərar vermək daha düzgün ola bilir ki, və çürük dişlər düzəldikdən sonra hər şey yaxşı olur. Amma nə etmək lazımdır ki, bu hal baş verməsin? Yenə də hansı uşaqlar ki, məsəl üçün 1 yaşa qədər və yaxud da 1 yaşda olan uşaqlar butulkadan yemək və yaxud da çay, su içirlərsə, hansı uşaqlar ki, birbaşa əmzikdən istifadə edirlər, görürsən ki, 2 yaşı var, 3 yaşı var, 1 yaşı var, hələ də istifadə edirlər, hansı uşaqlar ki, şirin çay çox qəbul edirlər, şəkərli qidalar, şokolad çox qəbul edirlər, bu uşaqların dişlərinin tez çürüməsinə, orada təkrar bakteriyaların inkişaf etməsinə və kariesin yaranmasına şərait yarada bilir ki, o zaman o uşaqların dişləri daha tez çürüyə bilirlər. Çünki süd dişləri daimi dişlərə nisbətən daha zəifdir, daha incədir və onların tez bu prosesə qoşulması baş verə bilir ki, bu baxımdan da hər şeyin başında düzgün qidalanma, düzgün həyat tərzi və düzgün gigiyena durur və bunların fonunda da bəzən sağlam olanda biz həkimə getmirlər, xəstə olanda gedirlər, sağlam olanda həkim kontrollarına ara-ara getmək lazımdır ki, gözdən qaçan bir şeylər olarsa, vaxtında tədbir görülək. Çürük bir dişin olmağı uşaqlarda xroniki tonzillitin yaranmasına, boyun və çənəaltı limfa düyünlərinin böyüməsinə gətirib çıxara bilir. Bir çürük diş bu prosesləri təkrar yarada bilir ki, valideyn bəzən gəlir ki, doktorum, uşağın çənəaltında, boyun nahiyəsində limfalar böyüyübdür, həyəcanlı şəkildə, bir dənə də, 2 dənə də tip personal qorxudur adamı, gəlir, amma baxırsan ki, bir çürük dişə bağlı bütün boyunda həlqə şəklində bütün limfa düyünləri böyüyübdür. O baxımdan da ağız boşluğudur, istər yuxarı aşağı nəfəs yollarıdır, mədə-bağırsaq sistemidir, ağız qoxusunun yaranmasına şərait yarada bilir ki, bunları düzgün müzakirə etmək, düzgün bir qərar vermək çox faydalıdır. Çox önəmli məqamlara toxunur bizim doktorumuz və düşünürəm ki, valideynlər çox diqqətli olmalıdırlar bu halda. Doktorun dediyi kimi, bəzən ağız qoxusunu qeyri-normal qəbul eləyən valideynlər olur, hansı ki, doktor onu müayinə edəndə artıq bir problemin olmadığını görür. Yəni, normal bir qoxu ola bilir. Amma bəzən görürsən ki, ağız qoxusu uşaqlarda bir çox xəstəliklərdən və qurd xəstəliklərindən də xəbər verir. Doktor, qurd xəstəlikləri ağız qoxusuna necə səbəb olur? Bu sual necədir? Valideyn hər zaman söyləyir ki, uşağım ağzından qoxu gəlir, qurdu var. Bəli. Bizə də yazırlar çünki hal-hazırda. Bu düzgün bir qərar deyil. Mesajlar dolub, qaynar xəttimiz doludur doktor, belə də olmalıydı, mən elə belə də bilirdim. Birazdan cavablayacağıq hamısını. Yəni, qurd xəstəliklərindən ağız qoxusunun bir əlaqəsi yoxdur. Yəni, elmi araşdırmalarda bunları biz görə bilmirik. Bəzən, niyə bunu söyləyirəm? Ona görə ki, valideynlər bəzən ağız qoxusu olan uşaqlara həmən qurd dərmanı başlayırlar və qurd dərmanları da kimyəvi tərkiblidir, yan təsirləri var, digər orqan sistemlərə çox böyük yan təsiri var. Ona görə də ağız qoxusuna qurdun bir əlaqəsi yoxdur. Əsas faktorları mən söylədim, hansı faktorlar ki, ağız qoxusu yarada bilər. Qurd xəstəliklərinin və yaxud da qurd
parazitlərin əsas əlamətləri ağızdan gecə yastığa su axmanın olması, bununla yanaşı diş qıcamanın olması, qarında sancı, keçməyən bir mədə bulantı, davamlı bir ishal və yaxud da qəbizlik, mədə bulantı. Bunlar davamlı şəkildə, yəni 5-6 simptomun ən azından 4-ü, 3-ü varsa, o zaman o xəstəlik üzərindən gedə bilərik. Ancaq biri və yaxud da ikisi varsa, bunu bir araşdırmaq, başqa bir şey bağlı olduğunu da bilə bilərik. O baxımdan da ağız qoxusu varsa düzgün müayinə etmək, qurd xəstəlikləri varsa yenə düzgün müayinə edərək düzgün qərar vermək çox faydalıdır. Yəni saydığımız, bir daha söyləyirəm ki, saydığımız simptomların biri və yaxud da ikisi olarsa, ağız qoxusu olarsa, bu qurd xəstəliyinə dəlalət eləmir. Bəzən valideynlər qurd xəstəliklərinin diaqnostikasında qan müayinəsindən istifadə edirlər və qanda qurd yumurtalarını və yaxud da onları aşkarlamağa çalışırlar ki, belə bir müayinə metodu düzgün bir metod deyil və bunu etmək məsləhət deyil. Əgər bir qurd və parazit düşünürlərsə, onun müayinəsi sadəcə kalda araşdırılmalıdır və ona uyğun olan xüsusi müayinə metodları var ki, onu edərək hansı qurddur, hansı parazitdir, ibtidaidir, onun adını, növünü təyin edərək ona uyğun təyinat veririk. Bu məsələ və həmçinin də qurd müalicəsində biz bir adda dərmandan istifadə edirik. İkinci bir dərman vermirik. Yəni yalnız bir dərman preparatından aradan qaldırılır. Bəli. Hətta liam belə deyilən valideynlərin qorxusuna, həyecanına keçirilən bir var ki, ibtidai. Onun müalicəsində bir adda dərman istifadə edirik və çox ucuz da bir dərmandır. Bir pasiyentə yazmışam, 20 qəpiyə alıb, deyir, doktor, bu necə olur ki, biz bahalı dərmanlar bu qədər və aylarla istifadə etmişik. Yəni, elmi ədəbiyyatları nə söyləyirsə, biz də valideynlərə onu çatdırırıq və yaxud da digər qurdların da müalicəsində yenə də bir adda dərmandan istifadə edirik ki, sadəcə onların istifadə sxemi fərqlidir və həmçinin də hər uşağın kiloqramına görə dərmanı düzgün hesablamaq lazımdır və əgər dərman uşağın kiloqramına görə düzgün hesablanmazsa, o zaman xeyri olmayacaqdır. Yəni, boş-boşuna qəbul etmiş olacaqdır. Ad olacaq ki, mən hər zaman söyləyirəm, əgər siz istəyirsinizsə uşağınız ad olsun ki, dərman qəbul etdirdimsə, o zaman uşağınıza dərmanı gedin, alın, verin. Ancaq müalicə istəyirsinizsə, o zaman dozanı həkim nəyə görə lazımdır? Həkim ona görə oxuyub ki, düzgün doz təyin etsin, kiloqrama uyğun düzgün hesablasın ki, dərmanda xeyri olsun. Hər uşağın dozu fərqlidir. Bəzən deyir ki, nə olacaq ki, 3 uşaq var evdə, elə hər kəsinə eyni dozda verək, içsin, bu yanlış qərardır. Yəni, onda müalicənin də bir effekti olmayacaq. Effekti olmur və yaxud da aşırı dozda zəhərlənmə verəcəkdir. Aşırı doz zəhərlənmə verəcəkdir. Olubdur, zəng vurub, doktor, bu dərmanı vermişik, özümüz alıb vermişik, uşağın kəskin qarın ağrısı, mədə sancısı başlayıbdır, nə edə bilərik? Deyirəm, o dərmanı sizə məsləhət görən insana müraciət edin o zaman. Doktor, əslində bir sualım var. Onu verəndən sonra həm deməli canlı yayıma yazanlar var, həm zəng vuranlar çoxdur və başınız var olsun. Hal-hazırda çox sayda nənələr də bizə yazırlar və bilirsiniz, nənələr adətən nədən yaza bilərlər? Təxmini şübhələndiniz. Biz bu mövzuda danışmışıq, əziz nənələr, sevirik sizi. Allah sizi qorusun. Allah sizi bizlərə çox görməsin. Hal-hazırda valideynlər hamısı çalışır. Demək olar ki, elə uşaqlar nənələrinin, babalarının himayəsindədirlər. Sağ olsunlar, can sağlığı arzulayırıq onlara. Doktor, uşaqlarda ağız qoxusu varsa, valideyn nə zaman həkimə müraciət etməlidir? Bu məsələyə toxunaq, sonra zəngi qəbul eləyərik. Əgər bir uşaqda keçməyən və bu həftələrlə, aylarla davam edən kəskin bir ağız qoxusu varsa və bu qoxu gecə, gündüz, günorta, səhər yuxudan oyanan zamanlarda müşahidə olunursa və bu fonda da uşaqların yatmadan öncə dişlərinə qulluq olunursa və ağız boşluğunda hər hansı bir çürük bir dişi yoxdursa və bu dəfələrlə valideyni artıq narahat edirsə, həkimə müraciət edib altda yatan faktoru aşkarlamağımız lazımdır və bəzən görürük ki, xırda bir məsələ, söylədiyimiz məsələlərdən biri bu problemi yaradır. Onu aradan götürdükdən sonra məsələ tamamilə düzəlir və yaxud da qidalanma. Mən uşaqlara nə deyirəm ağız qoxusu olmasın? Uşaqlarımızda qatıq yedir dün axşam yatmadan öncə. Təbii, organik bir qatıq, bəli, ağız qoxusunu çox gözəl aradan götürür və yaxud da suyun içilməsi yatmadan öncə və yaxud da ən gözəlsə qatığın qəbul olunması. Türklər buna yoğurt deyirlər. Bəzən bizim valideynlər yoğurtla qatığı qarışdırırlar. Təbii kənd qatığının qəbul olunması yatmadan öncə uşaqların mədə bağırsağının rahat çalışmasına və ağız qoxusunun aradan götürülməsinə çox gözəl təsir göstərəcəkdir. Nə gözəl məsləhət verdi doktorumuz. Baxın, bir çox valideynlər hal-hazırda uşaqların ağız qoxusundan şikayət eləyir. Bir yoxlayın, görün ondan keçəcəkmi, ondan keçməsə artıq doktora müraciət etmək zamanıdır. Əgər proses mədə-bağırsaq sisteminə bağlıdırsa, o zaman çox gözəl kömək edəcəkdir valideynlərə. Və sualı oxuyuram, istəyəcəm ki, o sual qalsın, zəngi də qəbul eləyək. Çünki həm sualda, həm zəngdə eyni olmalıdır, mənə belə dedilər. Baxın, hal-hazırda Amin Rəhimli yazır və yazır ki, iştah üçün bir vitamin zəhmət olmasa, nəvəmin 3 yaşı var. Mən dedim, axı, adətən nənələr, babalar məhz nəvələrinin iştahı ilə bağlı şikayət eləyirlər və zəngi də qəbul eləyək. Alo? Alo?
Bəli. Xoş eşitdik sizi. Necəsiz? Salam. Allah doktorda necə deyələr, Allah köməyiniz olsun ki, bizi maarifləndə Təşəkkür eləyirik. Samirə xanım, televizorun səsini alın, bizi dəstəkdən eşidin, zəhmət olmasa sualınızı eşidək. Buyurun. Mən ayrılıqda danışıram sizdən, Kamilə xanımdır. Kamilə xanım. Bəli, Kamilə. Buyurun. Buyurun Kamilə xanım. Mənim nəvəm o doktorun da yanında, Kənan doktorun yanında da olur. Aha. Yaxşı müalicəsi də tutur, tezliklə gəlib də, nə qədər yadında olar. Yusuf'dur, adı Qaragöz'ün. İndi doktor o uşağa yemək verə bilmirik. 9 yaşı var. Nə yiyirsə istəmirəm, ağzına da alanda öyüyür. Öyəmə gəlir. Onda həmişə öyəmə olur. Bilmirəm mənə nə var həmişə. Buldum da yoxlaşmış. Aha. Təşəkkür edirəm. Təşəkkür edirik zənginizə görə, minnətdarıq. Diqqətiniz üçün də çox sağ olun. 9 yaşı var. 9 yaşda uşaqda və yaxud da vurğuladığınız sual üzərindən müzakirə edə bilərik. 4 yaşda bir uşaqda. Əgər ana dediyi kimi uşaqda davamlı şəkildə bir mədə bulantısı, əstəğfurullah, iştahsızlığı varsa, yəni bütün şeylərə rəğmən uşağın iştahı yoxdursa, yemək qəbul edə bilmirsə, o zaman onu bilməyimiz lazımdır. Bəzən valideynlər uşaqlara yeməkləri hökmən bu saatda bu uşaq bu yeməyi yeməlidir və yaxud da bu dozda yeməyi bu saatda, bu öynədə yeməlidir deyirlər. Belə bir qanun yoxdur və uşaqlarda psixoloji bir iştahsızlıq yaradırlar. Yemək fobiyası, yemək qorxusu yarada bilirlər ki, bu fonda artıq uşaqlar yeməyin görüntüsünü görəndə, qabı görəndə, qaşığı görəndə o zaman uşaqlarda bir mədə bulantısı, bir həyəcan gəlir və dişlər kilintlənir və heç cürə yemək yemək istəmir. Bu uşaqlara əgər uşaq praktik sağlamdırsa, xroniki bir xəstəliyi yoxdursa, anemiyası yoxdursa, digər hər hansı bir sıxıntılar yoxdursa, o uşağa disiplinli qidalandırmaq lazımdır. Səhər öynəsini oyandıqdan sonra səhər öynəsi verilir, yarım saat tutulur və yarım saat tamamında o uşaq yeməyi yesə, yeməsə, yeməyi götürmək lazımdır və növbəti yemək saatına qədər yenə də uşağı aç saxlamaq lazımdır və növbəti yemək saatında yenə bu prosesi təkrarlamaq lazımdır və gün ərzində bu prosesi təkrarladıqdan sonra artıq uşaqda fizioloji acılıq yaranacaqdır və uşaq disiplinli yeyəcəkdir. Bəzən valideynlər yemək öynələri arasındakı vaxtı qorxurlar ki, uşağım ac qalar, belə olar, elə olar. O zaman atışdırmalı bir şeylər, abur-cuburlar və yaxud da peçenya. Amma bunu yemək hesab eləmirlər, çox təəssüf ki. Hesab eləmirlər və yaxud da yemək hesab eləsələr də bu düzgün bir yol deyil. Hansı uşaq ki, yemək öynələri arasında, tutaq ki, yemək öynəsinə yarım saat öncə, 1 saat öncə hər hansı bir şeylər atışdırarsa, o zaman o uşaq tox olacaqdır. O baxımdan da normal yemək öynələrini disiplinli vermək lazımdır və yemək öynəsindən sonra uşaqlara digər tatlıları və yaxud da tərəvəz meyvə pürələrini və yaxud da meyvə şirələrini vermək lazımdır və yaxud da uşaqlar bəzən yemək arasında bol su içirlər və bu da uşaqlarda iştahsızlığa, əlavə köp sancıya və yeməkdən imtinaya, mədə su ilə dolur və yeməyi yeyə bilmir. Bu tipli uşaqlarda biz yenə söyləyirəm, bütün müayinələrdən keçibsə, praktik bir sağlam uşaqdırsa, psixoloji iştahsızlıq, yemək disiplinsizliyinə əlaqələndiririk. Bu testi etsinlər. Əgər ondan sonra defekt almasılar, o zaman bir pediatr müayinəsi lazım olar ki, bəzən valideynlərin görmədiklərini biz həkim olaraq görüb daha düzgün şərait yarada bilərik. Valideyn deyir ki, bir polivitamin yazsın ki, uşağımın iştahı açsın. Bu yanlış qərardır. Belə bir ən gözəl polivitamin təbii meyvə şirələrinin qəbul olunmasıdır, tərəvəzlərin qəbul olunmasıdır. Yəni sual verirəm ki, nə qədər vaxta qədər iştah açmaq üçün dərman və yaxud da polivitamin verəcəksiniz? Nə qədər vaxta ki? Bəli, nə qədər içəcək bunu? 3 yaşı var, bayaq söylədim. 3 yaşı var, 5 yaşı var, heç bir fərqi yoxdur. Ona görə də dərmanlar çarə deyil. Dərmanlar həkim təyinatı ilə ehtiyac olan dönəmlərdə, kritik dönəmləri atlatmaq üçün istifadə olunan bir preparat vasitəsidir. Ən gözəli dediyimiz məsələləri müzakirə edib düzgün kömək etmək, düzgün yol tutmaq daha faydalıdır. Doktorumuz iştahsızlıq barədə də məlumat verdi. Sağ olsun. 2111 nömrəli abunəçi yazır. Salam Günay xanım, doktoru salamlayıram. Sualım həkimədir. Oğlumun 7 yaşı var. Səhər-səhər yuxudan durarkən ağız qoxusu olur. Nədən ola bilər? Öncədən təşəkkürlər. Əslində doktor hamısını bir-bir sadaladı. Hal-hazırda çoxdur ağız qoxusu ilə bağlı yazan. Hər vaxtınız xeyir Günay xanım. Doktorumuzu gördüm, hədsiz sevindim. 85-89 nömrəli abunəçi. Təşəkkür edirik xoş sözləriniz üçün. Bir xeyli yazmısınız. Mən
Süleymanov Muradın anasıyam. Doktor gördük, bizi çox sağ qəbul olun. etdi. Oğlum artıq çəkidən əziyyət çəkir və çox razıyam həkimimizdən. Təşəkkür Hər kəsi Kənan doktorun qəbuluna olmasına səsləyirəm. Çox mükəmməl həkimdir və ana olaraq sonsuz təşəkkürümü bildirirəm. Çox xoş sözlər yazıb. Minnətdaram. Çox sayda hal-hazırda mesajlar var və yaddaş zəifliyi ilə bağlı yazan valideynlər Bu var. məsələyə bir fikir bildirəcəyəm. Baxın, 7733 nömrəli abunəçili. Gəlin qısa olaraq bu barədə danışaq. Neçə Çünki yaşı var çox uşağın? yazıb. Uşaqlarda yaddaş zəifliyi varsa nə etməliyik? Yaş yazmayıb. Belə söyləyək də, yəni Eşidirsə bəzən yazsın valideyn bizə. gəlib deyir ki, doktor uşağımın 5 yaşı var, yaddaşı zəifdir. Deyirəm, uşaq nə işlə məşğuldur? Bağçaya gedir. Və yaxud da məktəb öncəki bir kursa gedir. 10-17 yaşı yazıb. 10-17 yaş arası olan uşaqlarda da yaddaşsızlıq məsələləri biraz başqa bir şeydir. Mən söyləyirəm ki, əgər telefonda olan hər şeyi yadda saxlaya bilirsə, filmə baxdıqdan sonra yadda saxlaya bilirsə, insanların adını yadda saxlaya bilirsə, məktəbdə oxuduğu kitablar yadda saxlaya bilmirsə, deməli bu uşaqda bir yaddaşsızlıq deməyib bir fikir dağınıqlığı var. Diqqəti bir yerə toparlaya bilmir. Bunun da səbəbi evdə və yaxud da məktəbdə maariflənmə səviyyəsinin oxumaq niyə lazımdır, niyə uşaq kitabı oxumalıdır, kitabla təmas neçə saat olmalıdır gün ərzində, bu oxuma saatları hansı saatlarda olmalıdır. Birinci, uşaqlara bunu öyrətmək lazımdır. Bəli. Bir disiplini öyrətmək lazımdır. Bəzən uşaq deyir ki, gəlir yanına soruşuram, məktəbdən gəlir, ondan sonra yeməyini yedi, yemədi, oturur kitabların arxasında, gecə saat 2-yə qədər dərs oxuyur, sonra yatır, səhər tezdən bir də durur. Yəni bu rejim bir gün, 2 gün, amma davamlı olursa artıq uşaqda bir disiplinsizlik fonunda yaddaşsızlıq və fikir dağınıqlığı müşahidə olunacaqdır. Bəzi uşaqlar var ki, uşaqlıqdan çıxa bilmirlər. Məsəl üçün 1-ci sinifdə, 2-ci sinifdə oxuyan uşaqlar var ki, onlar da yenə fikirləri qalır evdə, oyuncaqların yanında və kitaba adaptə oluna bilmirlər ki, bu psixoloji bir məsələdir. Bu bariyeri aşmaq üçün valideynlər və müəllimlər və yaxud da müəllimələr uşaqlara kömək etməlidirlər. Bəzən müəllimlər robot kimi çalışırlar. Uşaqlara hökmən bunu öyrənib mənə gəlib danışacaqsan. Amma bir həyat dərsi keçmək lazımdır. Uşaqları bir müəllimlə uşaq arasında bir sevgi, məhəbbət yaratmaq lazımdır və uşaq müəllimə güvənərək dərs oxumalıdır. Bəli. Bəzən müəllimlər var ki, uşaqları sevərək. Əlbəttə ki, təhqir də edə bilirlər, uşaqlara artıq söz də deyə bilirlər ki, bu fonda artıq uşaq o müəllimin dərsini oxumayacaqdır və heç sevməyəcəkdir. Valideyn də elə bilir ki, uşağın yaddaşı yoxdur. Ancaq bir çox müəssisələrdə bu problemləri biz görürük, araşdırırıq və görürük ki, artıq müəllimələrdə və müəllimlər uşaqlara fərdi yanaşmırlar, ümumi yanaşırlar və o fonda da uşaqlara yaddaşsızlıq olur və yaxud da fikir dağınıqlığı olur, həyəcan, qorxu yaranır və dərmanlar da kömək etmir. O baxımdan da yaddaş müalicəsində hər hansı bir dərman istifadə olunması məsləhət deyil. Yetər ki, onu düzgün müayinə etdikdən sonra altda yatan bir xəstəlik varsa onu düzəltməyimiz lazımdır. Mən həmin o valideynə buradan səslənirəm. Doktorumuzun qəbuluna yazıla bilərsiniz. 10-17 yaş qrupunda olan uşaqları qeyd etmişdi. 050-224-5105 hal-hazırda doktorumuzun əlaqə nömrələri ekranlardadır. Yazıla bilərsiniz, zəng vura bilərsiniz, suallarınızı ünvanlaya bilərsiniz, qeydiyyatdan keçib qəbuluna gedə bilərsiniz. Doktor Funda Hospitalda çalışır. Verilişimizin bu məqamında isə mən xüsusi sponsorumuz Karega brendi haqqında istəyirəm məlumat verim. Karega Ekstra güc məhsullarının yeni premium xəttini təqdim edir. Protezlərinizi gün ərzində etibarlı şəkildə saxlamaq üçün Karega Maximum Hold Plus Fit Krem istifadə edin. Protezinizi effektiv təmizləmək üçün Karega Maximum təmizləmə tabletlərindən istifadə edə bilərsiniz. 2 dəfə daha çox təmizləyici hissəciklər. Karega gündəlik istifadə edilməli olan protezlərə qulluq üçün vacib məhsuldur. Karega ilə inamla yeyin, danışın və gülümsəyin. Təşəkkürlər Karega və sizə də təşəkkür ki, bizi izlədiniz. Qısa ara olacaq. Qısa aradan sonra birbaşa keçid alıram həm qaynar xəttimizdən gələn suallara, həm də TikTok üzərindən bizi yüzlərlə insan izləyir, sual yazır, onların da suallarını səsləndirməyə. Vaxtında görülən profilaktika çox önəmlidir. Ona görə vaxtında edilən müayinə, düzgün diaqnoz artıq müalicənin yarısı deməkdir. Və siz Sağlam Günayı canlı izləyirsiniz. Suallarınızı birbaşa elə canlı yayımda həkimlərimizə ünvanlamaq şansı var. Bu fürsəti sizin üçün ATV telekanalı və Sağlam Gün Ay proqramı yaradır. Təbii ki, dəyərli doktorlarımızın sayəsində və yeni qoşulan tamaşaçılarımızı salamlayıram və sizin üçün bildirim ki, hal-hazırda studiyamızın dəyərli həkim qonağı, bir çox ailələrin sevimlisi, uşaqların sevimlisi,
sevimlisi həkim, pediatr, uşaq xəstəlikləri üzrə mütəxəssis Kənan Qarayevdir. Bir daha xoş gördük sizi, doktor. Çox sevinirik, buradayıq. Var olasınız. Komandamıza, ATV kanalının rəhbərinə təşəkkür edirik ki, belə bir şərait yaradır. Biz insanları maarifləndiririk. Dağda oturan, rayonda olub Bakıya gələ bilməyən anaları, nənələri maarifləndiririk. Bəli, daha yaxın edirsiniz və onların qaranlıq qalan məqamları, onları düşündürən sualları ilə birbaşa canlı yayımdaca doktorumuz cavablayır. Amma yox, ola bilər ki, elə belə də olacaq, çünki sual həddindən artıq çoxdur. Hətta bizim Instagram səhifəmiz var, Sağlam Günay ATV. Bizim əməkdaşlar mənə hal-hazırda söyləyirlər ki, direkti çatdırıb oxuya bilmirik, sualları qeyd edib göndərə bilmirik. Amma hər birinizə söyləyirəm, doktorun özü ilə əlaqə saxlamaq üçün 050 224 5105 hal-hazırda ekranlardadır. Doktorun qəbul və əlaqə nömrəsidir. Suallarınızı birbaşa doktorun özünə də ünvanlaya bilərsiniz. Və bugün uşaqlarda ağız qoxusundan danışdıq. Qurd xəstəliklərinə bağlı olub-olmadığını artıq doktorumuz birinci hissədə qeyd etdi. İzləmək üçün bizim ATV-nin YouTube səhifəsindən keçid alıb baxa bilərsiniz. Hər gün Sağlam Gün Ay ATV proqramı yerləşdirilir məhz həmin YouTube səhifəsində də. Doktor, daha nələr səbəb ola bilər ağız qoxusuna? Çünki valideynlər bir çox məqamları qeyd edirlər. Bayaq bir valideyn hətta belə bir sual yazmışdı ki, mənə deyirlər ki, bəlkə övladında helikobakteri pylori var, bəlkə bundan ola bilər. Bundan da yarana bilərmi və yaxud da hər hansı bir digər problemə bağlı olaraq ağız qoxusu ola bilərmi uşaqlarda? Söylədiyimiz şikayətlərlə yanaşı mədə-bağırsaq sistemində hər hansı bir problemlərin yaranması da ağız qoxusuna şərait yarada bilir ki, məsəl üçün uşaqlarda gigiyenanı qorumama fonunda, qeyri-düzgün qidalanma fonunda, paketləşmiş qidaların qəbulu fonunda mədəyə helikobakter pylori deyilən bir mikrobun daxil olması olur ki, bu qida ilə daxil olur uşaqların mədəsinə və bu da zaman-zaman ağız qoxusunun yaranmasına şərait yarada bilir. Hansı uşaqlar ki, öd yollarında bir diskineziyası var, öd yolları yaxşı işləmir, bir axmır, durğunluq var. Bunlarda da bir ağız qoxusu görə bilirik. Qaraciyərin normal çalışmaması fonunda, piylənməsi fonunda və qaraciyərin funksiyalarının pozulması fonunda da bütün həzm sistemi pozulur ki, bu fonda da uşaqlarda biz ağız qoxusunun olma vakalarını görmüşük. O baxımdan da uşaqların düzgün qidalandırılması, gigiyenasının düzgün tutulması, mədə-bağırsaq sistemi qorunması çox vacibdir. Təşəkkür edirəm. Doktor, keçək suallara. 3171 nömrəli abunəçi yazır. Başınız var olsun. Salam. Yeni doğulan körpəm var. 2 gündən bir çölə çıxır. 1 aylıqdır. Qarnında şiş yoxdur. Bərkimə yoxdur. Bu normaldırmı? Öncədən təşəkkürlər. Təşəkkür edirik. Yeni doğulmuş körpələrdə, əsasən də 0-6 ay arası uşaqlarda gün ərzində 1 dəfə, 4 dəfə, 5 dəfə, 3 dəfə, bir gün aşırı, 2 gün ara ilə, 3 gün ara ilə bir defekasiya aktı yerinə yetirilirsə, əgər bu daşlaşmış, bərkimiş deyilsə, sıyıq formasındadırsa, heç bir sıxıntı yoxdur, fizioloji haldır, narahat olacaq bir durum deyil. Nihat Mehdiyev yazır, mən artıq keçdim TikTok üzərindən canlı yayımdan oxuyum. Oğlumun 3 yaşı var, danışmır, nevropatoloq yanına aparıram, irəliləyiş yoxdur. Nə məsləhət görərdiniz 3 yaşında bir uşaq? 3 yaşında bir uşaqda əgər autik bir spektr pozuntusu yoxdursa, əqli gerilik yoxdursa, davranış pozğunluğu yoxdursa, sadəcə danışma geriliyini müşahidə edirlərsə, o zaman o uşaqla ciddi şəkildə məşğul olmaq lazımdır. Biraz öncə də söylədim, həkimlərlə və dərmanlarla yanaşı valideynlər də evdə uşaqla məşğul olmalıdır. Bir uşaq 1 yaşda danışar, bir uşaq 4 yaşda danışar, bir uşaq 2 yaşda danışar. Yetər ki, biz ondan düzgün ünsiyyət quraq, düzgün qidalandıraq və dediyimiz faktorlar olmasın. Belə maraqlı suallar var, yazanlar var və söyləyir ki, Günay xanım, salamlayıram sizi, doktor da salamlayıram. Mənim qızım həm kiçik, həm böyük bayıra gedəndə gözləri dolur, gözlərindən su gəlir. Bu normaldır. Ola bilər ki, ağrılı olur. Həm sidik ifrazı, həm tualet defekasiya aktı zamanı bir ağrı olur. Bu ağrını da uşaq gözdən su gəlmə kimi bildirə bilər. Əgər bu hallar mütəmadidirsə, təkrardırsa, onu bir müayinə edib baxmaq lazımdır. Bəzən uşaqlar şikayəti bildirmir, sadəcə onun əzabını çəkib, əzabın ağrının fonunda gözdən su gələ bilər. Normaldır demək ki. 7540 nömrəli abunəçi yazır. Salam, 9 aylıq qızım axşam 10-da və ya 11-də yatır. 1 saat sonra oyanır. Saat yarım, 2 saatdan sonra təkrar yatır. Səhər də 8-də oyanır. Bu nədən ola bilər? Yəni gecə ayılmaları var. 9 aylıq bir uşağın belə oyanması normal qəbul edə bilirik. 1 yaşına qədər uşaqların gündüz yuxusunu gecə yuxusundan 3 saat, 4 saat öncə bitirmək lazımdır. Bəzən 7-də, 8-də
uşaq axşam saatları 19:00-da, 20:00-da yatırlar. Təzədən oyanıb 1-2 saat sonra təkrar yatırmağa çalışırlar valideynlər. O zaman uşaqlar gecə yuxusunu gündüz yuxusundan qarışdıra bilirlər. O baxımdan da uşaqların disiplinli yuxu rejimi olması üçün gündüz yuxusunu qaydaya salmaq lazımdır. Yatmadan öncə açıq havada vaxt keçirməsidir. Bunların hamısını edirsinizsə, uşaqlarda 9 ay ərəfəsində bir diş çıxma ərəfəsinə denk gələ bilir ki, bu hallarda da uşaqlarda bir diskomfort fonunda, diş yerlərində ağrı fonunda yuxu disiplini pozula bilir ki, əgər ağlamırsa, bir sıxıntı yaşamırsa, normal hal kimi qəbul edə bilərik. 7227 nömrəli abunəçi yazır. Doktor, TikTok üzərindən canlı yayımımız da dayanmır. Yüzlərlə insan var, hər biri sual yazır. Doktorun əlaqə nömrəsini də qeyd edirik. 050 224 51 05. Hal-hazırda ekranı görə bilməyənlər üçün qeyd edirəm ki, ola bilər hər hansı bir sual gözümüzdən qaçar. Doktorun özü ilə əlaqə saxlayın. Oğlumun 1 yaş 6 aylıqdır. Ağlayanda qaralır, nəfəsi gedir, gec gəlir, əlləri yığılır. 3 aylığından belədir. Nə edim? Mənə bir köməklik göstərə bilərsinizmi? Məsləhət verin. Əgər bu uşağın ürək müayinəsi normaldırsa, bir anemiyası yoxdursa, nevroloji bir statusu yoxdursa, belə deyək də fiziki və nevroloji inkişaf yerindədirsə, bu hallar uşaqlarda normal hal kimi qəbul olunur və uşaqlar böyüdükcə keçəcəkdir. Bəzən valideynlər uşaqları çox əzizləyirlər, çox ərkəsöyün edirlər. O fanda uşaqlar istəklərini əldə etmək üçün uşaqlarda dediyimiz görüntüləri biz görə bilirik ki, normal qəbul edə bilərik. Sadəcə bəzi məsələlər var ki, artıq onu həkim məsləhəti alaraq vəziyyəti kontrolda saxlamaq olar. Salam Günay bacım, mənim oğlumun 1 yaş 11 aylıqdır, sinəsi xırıldayır. Doktor bunun üçün nə məsləhət görər? 1 yaş 10 aylıq uşaqda sinə xırıltısı, xışıltısı eşidirlərsə, bəzən xorultuyla xırıltını valideynlər qarışdıra bilirlər. Xorultu burunda olur, xışıltı bronxlarda ola bilər. O hal varsa bir müayinə etmək lazımdır. Çox hallarda bu yaşda uşaqlar refli ola bilir, bəzən də olmaya da bilir. Burun xırıltısı, xorultusundan qarışdıra bilirlər ki, müayinə edib qərar vermək faydalı olar. Və bu sualı çox yazan valideynlər var. Elə indi TikTok üzərindən canlı yayımdan oxuyacağım. Günay xanım, doktoru da salamlayıram. Zəhmət olmasa deyərsiz, uşağın 6 ayı var, əlavə qida verə bilərəmmi? Yəni əlavə qidaya keçə bilərəm? 6 ay ərəfəsindən uşaqlara əlavə qidalara başlaya bilərik. Bu kaşalar ola bilər ilk olaraq və tərvəz pürələrindən başlaya bilərlər. Başlaya bilərsiniz. Sadəcə 3 günlük testlə başlamaq lazımdır. Yeni qidaları ki, bir allergiya olsa, qusma, ishalı olsa, bir narahatçılıq olsa, onun qarşısına ala bilsinlər. Ozal Həsənov yazır, qızımın 10 gündür qarnında ağrılar var, bağırsağında mikrob ola bilərmi? Görəsən bir irəliləyiş yoxdur. Bəzən qarın sancısı, ağrısı olan uşaqlara həmən nəcis əkilməsi verirlər ki, bir mikrob var, bir bakteriya var. Bu düzgün yanaşma deyil. Qarın sancısının yaranma səbəbləri çoxdur. Sidik yolları infeksiyası ola bilər, qurt ola bilər, qastrit ola bilər. Amma 2 aylıqdır yazır doktor. 2 aylıqdır. İndi yazdı ki, 2 aylıqdır. 2 aylıq bir uşaqdırsa qarın sancısı ola bilər. Əgər hər hansı bir sıxıntısı yoxdursa, zaten 2 aylıq uşaqlarda köp sancı, kolik ola bilər ki, bu normal hal kimi dəyərləndirilə bilər. Doktor, mən təşəkkür edirəm. Mövzudan kənarda sualları cavablandırdınız. Doktorumuz hardan desəz, necə desəz, o sualları dəqiq, yerindəcə cavablayacaq və doktoru dinləməkdən doymuruq. Nə yaxşı ki, biz ona görə sizin yanınızdayıq. Buranı seçmişik ki, sərbəst şəkildə valideynlərin sözlərini bizə çatdırasınız. Biz də onların suallarını cavablayaq. Var olasınız. Doktor, bilirəm nə qədər işiniz var. Nə qədər hal-hazırda o 0-18 yaş qrupundan olan pasiyentləriniz yolumuzu gözləyir. Amma siz buradan çox milyonlu auditoriyaya xitab edirsiniz və düşünürəm ki, faydanız çox böyük oldu bu gündə. Sayənizdə Allah sizə can sağlığı versin. Minnətdaram. Və doktorumuzla əlaqə saxlamaq istəyənlər 050 224 51 05. Sonra deməyin, bax, Günay suallarımızı oxumadı. Bacardığım qədər çalışdım ki, suallarınızı səsləndirim. Amma bizim doktorumuz o doktorlardandır ki, özü cavab verir, bütün sualları da özü cavablayır. Elə indi hal-hazırda 050 224 51 05 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yox, əgər elə birbaşa qəbuluna getmək istəyirsinizsə, o zaman Funda hospitala yollana bilərsiniz. Orada qeydiyyatdan keçib doktorun qəbuluna yazıla bilərsiniz. Qısa aradan sonra yenə çox maraqlı bir mövzuda bir müzakirəmiz olacaq. Bu mövzuda hər kəsə aiddir, ona görə heç yerə getməyin, ekrana daha yaxın əyləşin.
Və biz davam edirik. Daha bir dəyərli həkim qonağımız var və mən onu belə çox məmnuniyyət hissi ilə sizə təqdim etmək istəyirəm. Cərrah, stomatoloq, implantoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, İmplant Dent Klinikasının baş həkimi Cabbar Həsənov bizlə bərabərdir. Xoş gəlmisiniz, doktor. Xoş gördük sizi. Necədir əhval-ruhiyyə? Yaxşı, hər zaman yaxşı. Hər zaman olduğu kimi xoş əhval-ruhiyyədə olun. Hər zaman da faydalı olmağa çalışır bizim doktorumuz Sağlam Günayda. Bilirsiniz, doktorumuz, yəni o regaliyalarını sadalasam çoxdur, adları çoxdur. Hətta buna baxmayaraq o qədər işin içərisində kurslar da təşkil eləyir və çox yaxın zamanda xüsusən stomatoloqların bizdən soruşduğu o kurslar barəsində də ötən verilişdə məlumat vermişdik. Bu dəfə də elə doktorumuz özü məlumat verəcək, doktor. Bəli, mənim düşüncəmə görə bir işi bilən, bir işi bacaran paylaşmalıdır. Bəli. Hər kəslə bunu paylaşmalıdır. Bu ənənə mənim ilk implantoloji müəllimim Oleg Nikolayeviç Surovdan gəlib. Açığın deyim ki, o zamanlar mən ilk dəfə implantologiyanı başlamaq istəyəndə, onun yanına izləndə beynimdə çox da yaxşı olmayan düşüncələr vardı və açıq-açıq səmimi bunları deyə bilərəm. Niyə, doktor? Nə idi o vaxt qorxudan belə sizi? bir düşüncə vardı ki, Azərbaycanda implantologiya yoxdur, implant eləyən yoxdur. Mən eləyəcəyəm, hər kəs mənim yanıma gələcək, mən ən yaxşı olacağım filan. Yəni mən. Söhbət gedir 30 il, 28 il filan əvvəl. Və getdim. Orada mənlə yaxından tanış oldu o professor. Çox ağıllı insan idi. Esseriya implantologiyanı gətirmiş bir insan idi. Esseriya. Və hər kəsi öyrətmiş bir insan idi. O mənimlə söhbət elədi və mən danışdım vəziyyəti ona. O dedi ki, buradan dön, hər kəsə yanıva yığ, arxava yığ. Bütün hər şeyi öyrən, paylaş. O zaman güclü olacaqsınız. Bir gülündən yaz olmaz. Düzdür. Doğru mu? Bizdə də deyirik ki, bir gülündən yaz olmaz. Hal-hazırda sizin çox minlik tələbələriniz var. Çox minlik. O gün bugün mən geri döndüm. Kollegaları yığdım. Hansı ki yenilik həvəskarları idi. Yığdım. O gün bugün bir yerdə başladıq. Böyüdük, cəmiyyət qurduq və bu gün Azərbaycanda çox güclü bir implantologiya məktəbi var. Sayənizdə. Bu çox sevindirir məni yəni. Yəni bir həkim yaxşı həkimdirsə, bir həkim nə qədər insanı müalicə edə bilər. Amma çox yaxşı olar ki, bir həkim bilik və bacarığını paylaşsın, çoxlu həkimlər yetişdirsin. O zaman hər kəsə yetər bu yaxşı həkimlər. Necə gözəl anlatdınız bunu. Doğrudan da çox öyrədici, çox maarifləndirici bir hekayə oldu. Bizim dəyərli doktorumuzun həyat hekayəsi və bu həyat hekayəsinin sayəsində hal-hazırda minlərlə insan bizim Cabbar Həsənovun yolunu davam etdirir və Cabbar müəllimin də çox güclü bir komandası var. Hansı ki, İmplant Dent Klinikasında cəmləşib və bilirsiniz ki, Cabbar bəy həmçinin İmplant Dent Klinikasının baş həkimidir və bu tədrislə bağlı biz danışdıq. Həm ölkə daxilindən sizə müraciət eləyirlər, həm ölkə xaricindən müraciət eləyirlər. Hətta xarici ölkələrdən bizə belə yazanlar var. Sizin məhz bizim proqramda çıxışlarınızı görərək bizə sual ünvanlayırlar ki, bəs doktorun yeni tədrisi, yeni belə deyim də bu kampaniya deyək buna, böyük bir kampaniya, tədris kampaniyası nə vaxt olacaq? Bu haqda məlumat verərdiniz qısa olaraq. Bizim dediyiniz kimi Azərbaycandan bəlli hər zaman olur qruplar. Bəli, amma bəzən xaricdən qruplar halında gəlirlər. Bəli. Gürcüstandan, Qırğızıstandan, Qazaxıstandan və əsasən bu İrandan gəlirlər. Və fərdi və ya qrup halına gəlirlər. Təbii bir həftə, bir 10 gün kurslar keçirlər və təbii öz ölkələrinə dönürlər. Bu bir təcrübədir. Bu bir təcrübə paylaşımı çox qiymətlidir. Yəni biz də təbii ki, özümüz də Avropaya gedirik, Amerikaya gedirik. Bəli, təzəlicə İtaliyada oldunuz. O təcrübəni öyrənirik. Yeni öyrənib burada təbii paylaşırıq. Və növbəti kursumuz may ayının 5-də başlayır. May ayının 5-i. Bax, çox soruşur, biz diqqətli olun. Yerli həkimlər üçün çox yaxşıdır, çox yaxşı şərait var. Bir 10-15 gün tam nəzəri hissə öyrənirik. Ondan sonra fantom kurslar edirik. Yəni modellər üzərində implant qoyurlar, ölçü alırlar və planlama eləyirlər. Və sonra təbii ki, tam kursu bitirdikdən sonra bizim köməyimizlə pasiyentlərində əməliyyatlar eləyirlər. Yəni addım-addım, səhv buraxmadan, bir ağırlaşma yaratmadan bu işə yiyələnirlər. Yanlarındasınız. Yəni bu müddət ərzində, öyrəndikləri müddətdə yanlarındasınız, onlara yol göstərirsiniz. Öyrəndikləri müddət deyil, hər zaman yanlarındayım. Hər zaman. Hər zaman yanlarındayım və nə zaman bir çətinlikləri olursa yenə dönürlər. Özləri gəlir, rentgen gətirir, pasiyentləri ilə gəlirlər
Və təbii ki, köməyimizi əsirgəmirik, bildiyimiz, bacardığımız qədər. Nə gözəl. Və bizim doktorumuz dişlərin implantasiyası ilə məşğuldur. Problemli çənələrdə, xüsusən atrofiyalı çənələrdə sinus lift, horizontal və vertikal augmentasiya, Olon-4, Olon-6 kimi üsullarla itirilmiş sümüyün və diş qövsünün bərpasını da edir doktorumuz. Və tədrislə bağlı danışdıq. Yenə də müraciət eləyə bilərsiniz. May ayının 5-dən etibarən, amma yaxşı olar ki, artıq bu günlərdə qeydiyyatdan keçəsiz. Çünki yerlər məhduddur təbii ki. Çünki bir məkan var, o məkanda onlar toplaşırlar. Elə bayaqki görüntülərdə də doktorun bundan əvvəlki kurs görüntülərini gördünüz və gördüyünüz insanların hər biri peşəkar stomatoloqlardır. Sadəcə onlar artıq diş implantasiyası ilə növbəti mərhələyə keçirlər. Çünki bilirsiniz ki, bu ayrıca bir sahədir. Mən hər zaman qeyd eləyirəm ki, indiki müasir dövrdə itirilmiş dişlərin ən müasir üsullarla müalicəsi məhz diş implantasiyasıdır. Ən keyfiyyətli, ən belə deyim ki, əl çatan, eyni zamanda tez, rahat, hətta doktor dəfələrlə vurğulayıb ki, bir günün ərzində, hamımız iş adamıyıq, bilirik, o qədər vaxtımız yoxdur. Bu vaxtın kəsat bir dövründə diş implantasiyası etdirmək cəmi yarım gün çəkəcək, bir gün çəkəcək. Gəldiniz, etdiniz, diş taxıldı, getdiniz işinizin başına və təbii ki, bunu da dəyərli, qızıl əlli cərrah stomatoloq, implantoloq Cabbar Həsənov edir. Və dişlərin implantlarla əvəz olunmasında bir fərdi yanaşım var. Bu fərdi yanaşım nədir? Mən istəyirəm onu artıq ayağa qalxaq. Elə TikToku da çevirəcəm ki, bizim TikTokdan izləyən çox insanlar, yüzlərlə insan bizi hal-hazırda izləyir. Onlar da izləsinlər. Buyurun doktor. Başlayaq mövzumuza. Bu fərdi yanaşım nədən ibarətdir? Baxın, Nələr nəzərə alınır? Sadəcə diş çəkmək deyə bildiyimiz, hər kəsin gözəl bildiyi bir şey var. Amma diş çəkməyin mənə görə, mənim düşüncəmə görə iki tipi var. Daha doğrusu diş çəkiminə yanaşımda iki tip həkim var. Bir tip həkim sadəcə diş çıxartmaq niyyəti ilə və o dişi, o həkimin məqsədi o dişi çıxartmaqdır. Və hər necə olsa o dişi çıxardacaq. Amma bir implantoloqun diş çıxartması tamam fərqlidir. Çünki implantoloqun məqsədi dişi çıxartmaq deyil. Məqsəd o çənəni qorumaq, o sümüyü qorumaq. Neyiniyim ki, diş təbii, onsuz da dişin qərarı verilib. Ümidsiz dişdir, bu diş çıxacaq. Amma bu diş çıxacaq, yerində nə qalacaq? Ay, nə gözəl məqam vurğuladınız ki, doktor, dişi çəkir, deyir, ondan sonra kim nə iş görəcək orada, mən onsuz da implant eləmirəm. Amma biri də var ki, bunu implant eləyəcək insan artıq bilir ki, sabah bu çətinliyi özü çəkəcək də, bunun yerini özü hazırlamalıdır əvvəldən. Yəni, hər zaman əlimizdə olanı qorumaq daha faydalıdır. Nəinki bir şeyi itirib yenidən qazanmaq. Bir də bu cansız əşyalarda filan bir şeyi itirib qazanmaq bəlkə də asandır. Amma bu canlı toxumada bunu eləmək o qədər də asan deyil. Və maliyyəsi var, uzun zaman alır, zəhməti var, əziyyəti var, ağrısı var və s. və ilə axıra. Ən gözəli əlimizdə olanı qorumaq, çənəmizdə olanı qoruyub saxlamaq. Ona görə çox belə incə məqamlardır, hətta diş çəkdirəndə belə gələcəyi nəzərə alın ki, siz dişsiz gəzməyəcəksiniz ki. Çünki müəyyən müddətdən sonra üzdə artıq deformasiyalar yaranır. İstər xanım olsun, istər bəy olsun, bir hissədə dişi yoxdursa artıq üz əyilir sözün əsl mənasında. Ona görə gec-tez gələcəksiniz, implant etdirəcəksiniz. Elə vaxtında doğru həkimi etdirin, doğru mütəxəssisə müraciət eləyin ki, daha sonra fəsadlarla üz-üzə qalmayasınız. Düzgün qeyd edirsiniz, diş çıxdı, dəyişiklik olur. O dəqiqə doktor. Müəyyən müddətdən sonra artıq göstərir. Hər kəs ağzında dişi yoxdursa, bir ya bir neçə, elə güzgüyə baxsa, dodağını qaldırıb, görəcək ki, o diş olmayan yerlərdə alveolar daraq, yəni çənənin o hissəsi yatıb, oturub, bilməm, atrofiya olub, yəni azalıb. Bu olmaması üçün diş çıxartmağı belə, ən sadə bildiyimiz bir şeyi belə düzgün formada eləmək lazımdır. Yəni, məsələn, burada var, qoymuşuq, bu bir çürük diş və tamamən çürüyüb, diş altına qədər çürüyüb, artıq bundan, belə deyək ki, diş olmaz və bu çıxmalıdır. Dişi çıxardırıq. Diş əti səviyyəsindədir artıq. Diş ətindən də aşağılara düşüb, dərinliyə düşüb. Yəni, bu dişin bərpa olunması imkansız. Bir də köklərin ucunda, apikallarında problemlər var. O yüzden bundan diş olmaz. Amma çıxartmaq lazımdır. Bəli, görürsünüz, məsələn, burada alveolar darağın, yəni dişin özünün bəlli ölçüləri var və buna uyğun da çənə sümüyü var. Daha əvvəllər çıxmış dişin görürsünüz, yuvası nə qədər ensizləşib. Daralıb artıq. Və biz hər birimiz istəyirik ki, dişlərimiz estetik görünsün. İstəyirik ki, yemək yeyəndə dişlərin yanında yemək yığılıb qalmasın. Bunu hər kəs diş düzəltdirənlər bu şikayətləri eləyir.
Və bunların olmaması üçün zamanında tədbir görmək lazımdır. Belə ki, diş çıxdı, yuvalar təmizləndi və hələ əlimizin altında alveolar daraq öz enini saxlayıb bəlli ki. Amma bundan sonra bir tədbir görməsək, bu çıxarılmış vəziyyətdə də bunu buraxsaq, sözsüz ki sağalacaq, sözsüz ki bu bağlanacaq diş əti ilə. Amma çox azalmalar olacaq. Həm alveolar darağın, yəni dişi tutan hissə alveolar daraqdır, o sümüyün həm vertikal ölçülər azalacaq, yəni həm hündürlüyü azalacaq, həm horizontal ölçülər azalacaq, yəni eni azalacaq və ensiz bir şey olacaq. Sonra biz nə qədər çalışsaq da bir estetik nəticə və ya pasiyentləri qane eləyən bir halı almaq üçün təbii ki, çox zəhmət çəkəcək. Çox əziyyət çəkəcək artıq. Bir foto önə getsək və burada biz nə edirik? Təbii bu yerində həll olunur. Baxın, həmin çıxmış yeri görürük və burada özəl bizim detallar var. Yəni bunlara biz müvəqqəti dişlər düzəltmək üçün xüsusi detallar var və onun üzərinə bağlayıb içəridə qalan hissəni burada görürsünüz, çıxandan sonra implant qoyulub, yerləşib və ətrafına sümük materialı dolub. Axı biz üçköhlü diş çıxartmışdıq. Axır ki, bu sümük materialını belə gördük. Deməli, belə formada olur. Bu formada olur. Dənəciklər, granüllər. Bəli, implantı yerləşdirdik. Axı biz üçköhlü diş çıxartmışdıq. Bir çox yerləşdirdik, yəni bir implant yerləşdirdik. Və bu arada dişlər necə köhlü olmasından asılı olmayaraq bir dişə yalnız bir implant əvəz edir, bir implant yerləşdirmək olar. Və digər qalan boşluqları görürsünüz ki, implant tam mərkəzə yerləşdirilib, həmin çıxan dişin boşluğunun tam mərkəzinə və ətrafda olan o üç kökü və implantın ətrafında olan yerlərin hamısını, boşluqların hamısını sümük əvəz edicilə doldururuq və itirmədik, hətta qazandırırıq. Bəli. Və qazandırırıq bu sümük materiallarını da izolə eləyib xüsusi materialla və bir fotoda irəli getsək. Bax, gözünüzün qarşısında bütün bu implantasiyası prosesi gedir mərhələ-mərhələ. 1, 2, bu da 3. İzolə eləyəndən sonra xüsusi materiallarla biz o dişi deyil, istəsək tam dişi bərpa eləyə bilərik. Amma burada tam diş əti ilə bərabər bir bura müvəqqəti bir biz detal qoymuşuq. Hansı ki qoymasın o ətlər təzən yığırsın. Bu həm də dişin tam ölçüsünə, tam formasına uyğun. Pasiyent heç bir dəyişiklik hiss eləmir. Alveolar daraq azalmır, diş əti yığılmır, çəkilmir. Doktor, onda bunu vaxtında eləmək lazımdır da. Yəni biri var ki, çəkdirsin, getsin, aylarla otursun evdə, sonra yadına düşsün ki, orada məndə iş boşdur, gedim onu eləyim. Onu deyəcəkdim, kimsə düşünməsin ki, dişlərimi çıxartdırım, yeri sağalsın, sonra gedərəm, implant eləyərəm və s. Çox zaman elə düşünürlər, ki, qoy sağalsın. Sadəcə düşüncə gələndə implantoloqa getmək lazımdır. Dişi çıxartmaq, ya bilməm ki, ya nəsə eləmək, sonra gəlmək. Artıq bu planların biraz zəif variantıdır. Ona görə araşdırıb getmək lazımdır, məlumatlanıb getmək lazımdır. Ən yaxşısı sağlam günaya baxıb getmək lazımdır. Çünki doktorumuz çox faydalı məlumatları verir. Hal-hazırda implant etdirmək istəyənlər varsa, əminəm ki, hər birimizin arasında var. Çünki hər yaş qrupunda olan insanlar, mənim belə hal-hazırda ağzımda implant diş var. Yəni o yaşa baxan bir şey deyil. Hamiləliklə bağlı ola bilər, mineralların azalması ilə bağlı ola bilər, diş tökülməsi yaşaya bilərsiniz. Bir diş ola bilər, 3 diş ola bilər. Bəzən görürsən ki, cavan bir xanımdır və yaxud da cavan bir oğlandır. Baxırsan 20 diş birdən yoxdur. Yəni bu hallarla da bizə yazanlar var. Hansı ki, bizim dəyərli doktorumuza müraciət eləyib şəfa tapıblar. Siz də şəfa tapa bilərsiniz. Siz də müraciət eləyə bilərsiniz. 050 322 82 52 012 440 46 96 cərrah stomatoloq, implantoloq, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, eyni zamanda tibb üzrə fəlsəfə doktoru, İmplant Dent Klinikasının baş həkimi Cabbar Həsənovla əlaqə nömrələri ekranlarda. Şəklini çəkin, götürün, müraciət eləyin. Biz isə qısa aradan sonra davam edəcəyik. Və biz davam eləyirik. Canlı qarşınızdayıq. Qaynar xəttimiz ekranlarınızda 055 254 0106 TikTok üzərindən canlı yayımımız da davam eləyir. Hər an suallarınızı bizə yazıb göndərə bilərsiniz və hal-hazırda studiyamızın dəyərli həkim qonağı, cərrah stomatoloq, implantoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, İmplant Dent Klinikasının baş həkimi Cabbar Həsənovdur və Cabbar bəy bu dişlərin implantlarla əvəz olunmasında fərdi yanaşımı o qədər
qədər bizə belə gözəl şəkildə göstərdi ki, sözün əsl mənasında əyani şəkildə gördünüz və artıq implantdan qorxmaq lazım deyil. Düşünürəm ki, Cabbar bəyin çıxışlarını izlədikcə bu qorxu hissi bir çoxlarında artıq geridə qaldı sayənizdə doktor. Çünki bəzən görürsən qeyd eləyirlər ki, bax indi də yazanlar var ki, istəyirik implant etdirək, artıq üzümüzdə deformasiyalar yaranmaqdadır. Yəni vaxt keçdikcə daha çox həm dişdə problemlər yaranır, həm öz işinizi çətinləşdirirsiniz, daha çox vaxt tələb olunur bunu bərpa etməyə, həm həkimin işini çətinləşdirirsiniz. Amma bir qorxu hissi var. Sizə də yəqin gələndə bu qorxu hissini etiraf edən pasiyentlər var, elədir doktor? Təbii. Bilirsiniz, artıq zaman çox dəyişdi. İndi mükəmməl anestetiklər var, yəni mükəmməl şeyləşdiricilər var və onlar çox, yəni tam ağrısız şəraitdə bu şeyləri, bu əməliyyatları hamısını həyata keçiririk. Bir də hiss, həyəcan, qorxu var təbii ki, hər kəsdə. İndi kimidə az, kimidə çox və bu cür insanlara, ümumiyyətlə sağlıq problemi olan insanlara, təzyiq, şəkər, bu kimi yanaşı problemləri olan insanlara biz sedasiya eləyirik. Sedasiya hiss, həyəcan, qorxunu götürür, pasiyenti yarım yuxulu vəziyyətə gətirir və əməliyyatı belə xatırlamırlar. Sadəcə onlar, yəni biz hər zaman deyirik, həkimin komandalarına əməl edirlər, yəni ağzınızı açın, bağlayın filan eləyirlər, amma tam da yuxulu olurlar. Çox şeydə xatırlamırlar, bəzən tamamən yuxuya gedirlər və biz təbii əməliyyatımızı eləyirik, çox rahat olur, qorxusuz, həyəcansız və əgər bir insan əməliyyat zamanı çox sakit oturursa, gərginlik yaşamırsa, əməliyyatdan sonra da bu şeylər az olur, ağrılar az olur, yorğun olmur, gərgin olmur. O yüzden sedasiyaları hər zaman mən təşrif edirəm. Dəstəkləyirsiniz. Təbii, çox rahat olur. Əla. Və bəzən əməliyyat uzanır və bəzən insanlar darıxır, bəzən anestetiklər çox istifadə edirik əməliyyata uyğun, əməliyyatın həcminə uyğun. Onu da təbii tərkibində damarları daraldan maddələr var ki, çeyləşmə güclü olsun, adrenalin var, epinefrin var və bunlar da öz, belə deyək ki, təsirini daha az göstərir və bu təzyiq qalxmalar zadlar olmur demək olar və ya çox az olur və ya olursa da damar təbii ki, damar yolunu edirlər. Damar yolu əlimizdə hazırdır. Anesteziolog yanımızdadır. Hər bir yardım eləyə bilir. Yəni onun çox üstünlükləri var. Yəni xəstənin vəziyyəti nəzərə alınır. Bir peşəkarın komandası, bir peşəkar implantın klinikasının baş həkimi də Cabbar bəy, bir peşəkar komanda, doktorumuz özü başda olmaqla təbii ki, bir peşəkara etibar edilərsə, düşünürəm yan təsirlər olmaz və bəzən görürsən ki, hal-hazırda da yazan izləyicilərimiz var. Deyir, getdim, həkimi araşdırmadım, implant qoydu, bir gündən sonra implant sındı. Belə bir yazan izləyicimiz var ki, 3 implant qoydu, o 3 implantdan biri sındı. Hal-hazırda həmin yerə qida qalıqları dolur. Yəni bəzən görürsən ki, belə hallarda baş verir. Düzgün hesablama olmayanda təkcə implantı yerləşdirmək şərt deyil axı doktor. İndi siz daha yaxşı bilirsiniz bunu. Orada xüsusi hesablama, o təzyiqi siz anlatmışdınız ötən verilişlərdə. Doktor o qədər gözəl anladır hamısını. Əyani şəkildə bu hesablamalar necə aparılmalıdır, hansı dişə təzyiq nə qədər düşür. Yəni bunlar çox önəmlidir. Ona görə vaxtında araşdırın, doğru həkimi seçin ki, daha sonra fəsadlarla bağlı artıq bizə yazıb giləy-güzar etməyin. Dəyərli Cabbar bəy tibb üzrə fəlsəfə doktorudur, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədridir və doktor bayaqki hissədə çox gözəl bir məqamı qeyd elədi. Mən buradan bir daha istəyirəm bu fikri bir daha çatdıraq bizim izləyicilərimizə. Doktor dedi ki, yaxşı olar ki, dişləri çıxartmazdan öncə implantoloqla bir məsləhət eləyəsiniz. Çünki diş çıxandan sonra gözləyirsiniz ki, diş yeri sağalsın. Bu artıq düzgün addım olmur. Əgər implant etdirmək istəyirsinizsə, o zaman vaxtında artıq Cabbar bəylə bir məsləhət etmək lazımdır. Elədir, doktor? Elədir. Vaxtında. Bilirsiniz, bu hər dişi çıxardıb da birbaşa yerinə implant qoymaq bəzən ola bilir, bəzən olmaya bilir. Yenə də bunu həkim dəyərləndirir. Günümüzdə mükəmməl rengenlərimiz var, kompüter tomoqraflarımız var. Yəni, kompüter tomoqrafiya bizə hər tərəfdən alveolar darağın dişin önündə, arxasında, aproksimallarında, yəni aralarında nə qədər sümük var, bu sümük sıxdımı, seyrəkdimi, yəni sərt sümükdür, yumuşaq sümükdür, sümüyün keyfiyyətinə baxırıq. Yəni bunlar hamısı dəyərləndirilirsə, təbii ki, çox uğurlu bir əməliyyat olur. Amma biraz əvvəl çox yaxşı qeyd elədiniz, bu bizim belə deyək, leksikonda həmişə olan bir sözdür. Yəni implantasiya, hətta müəllimimdən misal çəksəm, o deyirdi ki, hər zaman rusca danışırdı. Deyirdi, челюсть это не доска, implant это не гвозд. Deyirdi, kənə
lövhə deyil. İmplant da mismar deyil ki, mismar deyil. lövhəyə çalasan. Yəni bu canlıdır təbii ki. Bunu öyrənmək lazımdır, bunu araşdırmaq lazımdır. Və hər zaman implantların bəzən növünü dəyişirik, seçimini dəyişirik. Yəni hansı sümüyə, hansı implant uyğundur? Buna da sizin praktikanız imkan verir. Təbii ki, bunu yeni başlayan bir stomatoloq, implantoloq söyləyə bilməz. Sizin arxanızda 10 illiklər var, doktor. Düzdür, özünüz gəncsiniz, amma arxanızda bir 10 illikli praktikanız var. Bu 10 il deyil, bu 20 il deyil, bu 30 ildən artıqdır. Bu böyük praktikadır. Yəni 30 il dildə deyilir. Yəni bir insan 30 ilindən artığını həsr edib məhz implantologiya və Azərbaycanda ilk implantoloq həkimlərdən biridir. Onun yaradıcısıdır və hal-hazırda da cığır aşağı gedir və arxasıca minlərlə həm ölkə xaricindən, həm ölkə daxilindən stomatoloqlar gedirlər onun bu cığırı ilə. Hansı ki, bu cığır yenidən mayın 5-i açılacaq. Hə, doktor? Bu kursa yazıla bilərlər. Və hal-hazırda bir xanım izləyicimiz yazır ki, Günay xanım, hal-hazırda proqramı izləyirəm. Həm deyir, buradan baxıram, həm TikTokdan izləyirəm. Həmçinin canlı yayımımıza da yazıb hal-hazırda qaynar xəttimizə və deyir ki, mən bilsəydim, mən deyir, dişimi 5 ay bundan qabaq çəkdirmişəm. Mən elə implant etdirmək istəyirdim. Sadəcə deyir, gözlədim ki, vaxt geçsin, sağalsın və beləcə 5 ay ötdü artıq. Mən deyir, müraciət eləyəcəm doktora ki, doktor bir müayinə eləsin. Bu halda nəsə etmək mümkündürmü? Yəni, qorxmağa bir ehtiyac varmı artıq 5 ay keçib üstündən diş çəkiləndən sonra? Təbii, bu halda da hər şey mümkündür. Yenə də müayinə olunmalıdır. Yerdə nə var, nə qalıb çənədə, ona baxmaq lazımdır. Sözsüz ki, hamı, hər kəs elə dişimi çıxartdım. Məsələn, biz indi rastlaşırıq, uzun illərdən bəri dişləri tamamilə çıxmış çənələr var. Və onların belə həlli yolları var. Biz sizinlə bir bəli, dəfələrlə olub. Kimi. Hətta illərlə dişsiz qalıb, sonradan Cabbar bəyin yanına gəlib diş implantasiyası etdirənlər də var. Yəni, səhv anlaşılmasın deyə mən o sualı da səsləndirdim. Yəni, yaxşı olar ki, diş çəkiləndə artıq implantoloqla məsləhətləşəsiniz. Elə bəlkə implantoloq icra etsin. Bunu da ki, artıq onun yerini qorumuş olsun. Yox, əgər üstündən uzun müddətdə keçibsə, yenə doktorumuza müraciət eləyə bilərsiniz. Hər şey mümkündür, amma dediyim kimi, əldə olanı itirməmək ən yaxşısıdır. Onu qorumaq, bəli. Təbii, qorumaq. Amma indi dişlər çıxıbsa, təbii ki, zamanı geri qaytara bilmərik. Nə var odur. Və o müayinə eləyib, o çənəni müayinə eləyib, ona uyğun sözsüz ki, biz çox şey təklif edirik. Və həm pasiyentin yaşına, sağlığına, istəklərinə, maddi imkanlarına uyğun olaraq biz çox şey təklif edə bilirik. Və o seçim eləyir. Seçir və biz də təbii ki, onun istəklərinə uyğun bir şeylər eləyirik. Əllərinizə sağlıq, doktor. Mən sizə təşəkkür eləyirəm. Doktorun əlaqə nömrəsini bir daha qeyd eləyirəm. 050-322-82-52 və şəhər nömrəsi var. Ev telefonlarından yığa bilərsiniz. 012-440-46-96 dişlə bağlı hər hansı bir problem yaşayan insanlar implant dent klinikası ilə və şəxsən Cabbar bəy ilə əlaqə saxlayıb onun qəbuluna yazıla bilər. Bir daha təşəkkürlər, doktor. İnşallah gələn həftə yenə gözləyirik sizi. Kursunuzdan da istəyirəm ki, müəyyən bir görüntülər əldə edək icazənizlə, onları da növbəti verilişdə təqdim eləyərik. Qısa aradan sonra davam eləyəcəyik. Bu dəfə gözəl xanımları ekran başına dəvət etmək istəyirəm. Mən hər zaman söyləyirəm, bizim bütün xanımlarımız hamısı gözəldirlər. Sadəcə biraz baxıma ehtiyacı olan xanımlarımız var. Bax, elə o xanımlar ekrana daha yaxın əyləşsinlər. Çünki bugün yeni gözəllik üsullarından danışacağıq. Davam eləyirik və verilişimizin bu hissəsində xüsusi sponsorumuz Carrega brendi haqqında məlumat vermək istəyirəm. Carrega Extra güc məhsullarının yeni premium xəttini təqdim edir. Protezlərinizi gün ərzində etibarlı şəkildə saxlamaq üçün Carrega Maximum Hold Plus Fit krem istifadə edin. Protezinizi effektiv təmizləmək üçün Carrega Maximum təmizləmə tabletlərindən istifadə edə bilərsiniz. 2 dəfə daha çox təmizləyici hissəciklər. Carrega gündəlik istifadə edilməli olan protezlərə qulluq üçün vacib məhsuldur. Carrega ilə inamla yeyin, danışın və gülümsəyin.
Hər zaman gülümsəyin, üzünüz hər zaman gülsün və daha bir xanım bizim mütəxəssisimiz bizlə bərabərdir. Xanımlarımızın üzünü güldürən mütəxəssisimiz Səhiyyə Nazirliyinin lisenziyalı həkim kosmetoloqu Sidiqə Həsənova. Xoş gəlib, səfa gətirib. Çox sağ olun Günay xanım dəvətiniz üçün. Sizi və tamaşaçıları salamlayıram buradan. Bugün də gəlmisiniz bizim xanımlarımızı gözəlləşdirməyə. Xoş gəlmisiniz bir daha dəyərli doktorumuz və bir şad xəbərim var əziz xanımlar. Sidiqə xanım bugündən etibarən çox gözəl bir endirim kampaniyası başladı. Yaz endirimlərinə start verib. Ona görə elə düşünmədən, vaxt itirmədən birbaşa yollanırsınız bizim dəyərli Sidiqə xanımın yanına və Sidiqə xanım istədiyiniz baxımları sizə uyğun şəkildə icra edəcək yaz endirimlərindən yararlanmaq üçün xanımlar ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərlər. 055 641 3909 ekranda görürsünüz digər nömrə 055 297 71 61 həmçinin doktorun Instagram səhifəsi də ekranlardadır. Keçid alıb onun əl işlərinə baxa bilərsiniz. Bir çox məşhur xanımlarımızın seçimi, eləcə də üzündə çox problem yaşayan, özünə çox kompleks edən xanımlarımızın seçimi Sidiqə xanımdır. Və bəzən görüntülər görürsünüz ki, çox xanım razılaşmır ki, o görüntülər efirdə yayımlansın. Normaldır təbii ki, amma Instagram səhifəsinə keçid edərək onu hansı xanımların gözəlləşdirdiyini görə bilərsiniz. Bizim qızıl əlli, incə çalışan bir həkimimizdir Sidiqə xanım və bugün danışacağımız mövzu da çox aktual bir mövzudur. Xanımların çox şikayət etdiyi mövzudur. Yaşla bağlı olaraq üzdə düşmələr əmələ gəlir və xüsusən də düşmüş üz sindromu adı ilə xanımlar bu diaqnozu tanıyırlar və düşmüş üz sindromunun əlamətləri nələrdir? Bunları necə aradan qaldırmaq olar? Sidiqə xanım bu barədə məlumat verəcək. Buyurun. Öncə Günay xanım düşmüş üz sindromunun nədən necə əmələ gəlir? Əlbəttə ki, yaşlanma ilə əlaqədar olaraq bizim pi paketlərimiz yerin cazibə qüvvəsi nəticəsində aşağı doğru hərəkət etməyə başlayır və bunun nəticəsində də bizim üzümüzdə sarkmalar əmələ gəlir, yəni sallaqlıqlar və həmən boşalmış yanaqda həmən boşalmış pi paketinin yeri boşluq kimi görsənir və bu boşluq da bizim üzümüzə düşmüş üz sindromu, asıq üz sindromu, yəni necə deyim, küsmüş üz sindromu bəxş edir. Bəli, yorğun üz sindromu bəxş edir. Baxırsan ki, gecə yaxşı yatmısan, amma sənə deyirlər ki, niyə belə yorğun görünürsən? Bax, o xanımlar üçündür bu. Sırf o bir yanaq nahiyəsində əmələ gəlir. Almacıq sümüyü ilə yanaq arası boşluq, həmən nahiyədə pi parçalanması və bir də nazalabial bölgəmizdə sırf bu cizgilər bizə üzümüzə düşmüş üz sindromu, yəni bəxş edir. Bir əvvəl sonralarımız var. Mən istəyirəm elə onları da izləyək. Çünki üzərində danışanda daha aydın şəkildə olur. Bax, əvvəl və sonra xanımın ilk görüntüdə, əvvəlki görüntüdə olan görüntüsü ilə sonraki görüntüsü yəqin ki, artıq gözlə də görülür nə dəyişikliklər var. Heç bir effekt yoxdur gördüyünüz kimi və baxın nələr dəyişib, mütəxəssisimiz söyləsin Sidiqə xanım. Baxın gördüyünüz kimi xanımın əvvəlində yanaqlarında müəyyən bir düşmələr qeyd olunur və bu düşmələrlə yanaşı nazalabialında da bir dərinlik qeyd olunur, yəni görsənir və bunun nəticəsində görün üzümüz necə yorğun, sallaq görsənir və bu hətta üzümüzə bu çənə ətrafı boşluq əmələ gətirir və orada da bir sallaqlıq kimi görsənir. Baxın, digər şəkildə biz aradan qaldırmışıq yanaqda olan o düşmə boşluğunu, yəni yorğun yanaq sindromunu və daha sonra nazalabial bölgəyə dolğu əlavə etmişik, yəni o çökəkliyi doldurmuşuq və bir az da çənə ətrafı boşluğu biz orada çizgilərlə mən çizmişəm xanımın hansı nahiyələrinə biz prosedur həyata keçirtmişik və digər şəkildə də orada gördüyünüz kimi çənə ətrafı boşluğu biz bərpa etmişik. Bununla yanaşı aval bərpa olunub, üzün boşluğu bərpa olunub, üz sanki qalxıb, nazalabial boşluq dolub, üz lifting effekti, yəni üzgərmə effekti. Cərrahiyyəsiz bir üzgərmə əməliyyatı olmuş kimi hiss olunur və mən Sidiqə xanım elə bu şəklin üzərində danışmaq istəyirəm. Nəyə görə çox bəyənirəm və nəyə görə bir çox məşhur, hal-hazırda efirdə gördüyünüz bir çox xanımlar, bunların arasında bizim müğənnilərimiz də var, ifaçılarımız da var, digər peşə sahibləri də var, hansı ki Sidiqə xanımı seçirlər. Nəyi bəyənirəm?
Baxın, üzdə gördünüz neçə proseduru eyni anda etdiyini sadaladı Sidiqə xanım. Amma gözlə baxanda bilmirsən ki, bu xanım hansı proseduru edib. Ən gözəli də budur. İndiki dövrdə, yəni qabarıq prosedurlar o qədər dəbdə deyil, təbiilik daha dəbdədir və xanımın üzünə bir freshlik gəlib, eyni zamanda bir, belə deyim də, üz dərisi açılıb, rəngi açılıb və üz əməliyyatsız, qansız, fəsadsız, ağrısız, kəsiksiz yuxarı doğru qalxıb və bu xanımın üzərindən danışaq görək burada nə Günay olub. xanım, bu şəkilə keçməzdən əvvəl buradan xanımlara bir şey çatdırmaq istəyirəm ki, baxın, biz bu prosedurları xanımların üzünə həyata keçirtmişik. Bəzi qorxan xanımlar, ay dolğu adı gələn, ay mən şişirtmək istəmirəm. Heç bir şişirtmə görsənmir. Sadəcə sizin düşmüş pi paketinizin yerinə biz pi əlavə edə bilməmişik. Yerinə təbii hialuronik turşu əlavə etmişik. Baxın, bu xanımda üz daha yuxarı görünür, daha qalxmış biz heç görünür. bir sizi şişirtmirik. İstəməyən pasiyenti biz ümumiyyətlə şişirtmirik. Sadəcə üzdə olan çatışmamazlıqları aradan qaldırırıq. Bu xanımda da eynən görürsünüzmü? Bu xanımı o düşmüş üst sindromu necə yorğun və yaşlı bir ifadə verir. Və asimetriyası da var. Onu da düzəltmişsiniz. Mən ona da fikir verdim. Düşmüş üst sindromunun ən birinci bərpa etmişik. Nazalabial bərpa etmişik və bir də çənə ətrafı boşluqları biz bərpa etmişik. Düzdür, xanımın digər şəklində qismən makyaj var. Qismən, amma çox makyajlı deyil. Şəkillərdə göründüyü kimi. Amma inanın, belə bir halda xanım makyajda olanda xanım çox kompleks yaşayırdı və makyaj heç də çox xoş görsənmirdi xanımın üzünə. Baxın, yəni elə bir heç bir prosedur olunmayıbdır. Bax, bu gözəldir. Təbiilik daha dəbdədir və Sidiqə xanımın yanına gedən xanımlar gedirlər ki, mən filan prosedur istəyirəm və yaxud da məsələn, dodaq dolğusundan söhbət gedirsə, mən bunu belə istəyirəm. Sidiqə xanımı çox az, çox gözəl, heç kəsin, belə deyim də, diqqətini cəlb edəcək dərəcədə etmir ki, xanım birdən-birə dəyişiklik etmiş olsun və üzdə də gələcəkdə deformasiyalar yaransın. Yəni, gələcəyi nəzərə alırsınız. Biri var, elə bir gün yanınıza gəldi və artıq müəyyən prosedurları etdiniz. Axı, bunun gələcək illəri də var və xanımın yaşı da təbii ki, nəzərə alınır. Çünki bəzən görürsən ki, 18 yaşında, 20 yaşında xanımlar aşırı dərəcədə prosedurlara aludə olurlar. Hətta Sidiqə xanım belə olanda heç onları qəbul da etmir bildiyim qədərilə. Yaş ötəndə üzdə heç bir prosedur yoxdursa, zaten fəsad əmələ gələcəkdir. Etdiyimiz prosedurlar yaxşılığa yox, pisliyə doğru xanımı apara bilər. Ona görə də etmirəm Günay xanım. Ona görə işini xanımlar məndən inciməsinlər. Bəzən xanımlar prosedura gəliblər, gedirlər öz ətraflarının yanında, qohum tanışı yanında Sidiqə xanıma getdim, heç nə mənə etmədi, istəmədi etmək. Mən bir şey bilirəm ki, etmirəm. Əgər bir şey bilsəm ki, oradan çox gözəl nəticə alacam, onu əlbəttə ki, edərəm. Yəni, mən sırf, necə deyim, burada maliyyə olsun deyə bu prosedurları etmirəm. Mən istəyirəm, pasiyent əgər mənim qəbuluma bir dəfə gəldisə, bu hər zaman gəlsin və inam olsun, inam itməsin. Və bizim Sidiqə xanımın konsultasiyasına yazılmaq istəyən xanımlar var hal-hazırda. Onlar üçün əlaqə nömrəsini qeyd edirəm. 055 641 3909, 055 297 71 61 və yaz endirimlərini soruşurlar xanımlar. Baxın, doktorumuzun Instagram səhifəsi də ekranlardadır. Zeytun Estetika by Dr. Sidiqə aralarında belə xətlə yazılır. İndi mən də bizim story hesabımızda paylaşacağım Zaur Günay Instagram səhifəsində. Keçid alıb oradan da doktorun Instagram səhifəsini götürə bilərsiniz. Əl işlərinə baxa bilərsiniz. Hal-hazırda müxtəlif baxımlarla bağlı sual verirsiniz. Bugün düşmüş üz sindromundan danışırıq. Hansı ki, burada bir neçə prosedur istifadə oluna bilər. Maksimum nə dərəcədə, nə qədər prosedurdan istifadə eləmək olar bu üz düşmüş sindromunu aradan qaldırmaq üçün, doktor? Maksimum burada hər hansı bir maksimum dediyimiz kimi prosedur yoxdur. Əgər, əlbəttə ki, dolğunun qalıcılığı Günay xanım ilk öncə orqanizmdən asılıdır. Ümumiyyətlə, əgər biz ilk dəfədir üzümüzə prosedur eləyiriksə, 3 aydan sonra həkimin konsultasiyasına gəlməliyik. Gəlməliyik ki, doktor üzərinə əlavə etməyi məsləhət görürmü, görmürmü? Baxmalıyam ki, bu xanımın orqanizmi hialuron turşusunu nə qədər özündə saxlayır. Yəni, bir korreksiya üçün müəyyən bir
vaxt verirsiniz ki, bu müddətdən sonra gələ bilər. 3 aydan sonra əgər baxıram, əgər ehtiyac varsa qismən də olsa əlavələr edirik. 3 ay keçdimi, sonra daha sonra 6 ay. 6 ayda gəldimi, 6 aydan sonra 8 ay. 8 ayda gəldimi, ümumiyyətlə ildə 2 dəfə bu prosedur, əgər sizin də üzünüzdə belə bir problem varsa, yaxşı olar ki, həkim kosmetoloqunuza ən azı ildə 2 dəfə müraciət edəsiniz. Baxın, bu düşmüş üst sindromu prosedurunu etdirdikdən sonra xanımlar, çoxsu iş xanımlarıdır və daha çox istəmirlər ki, üzlərində hər hansı bir dəyişiklik, müdaxilə olunduğu görünsün. Nələrə diqqət etməlidirlər və nə zaman, nə müddət keçməlidir ki, tam yerinə otursun? Ümumiyyətlə, Günay xanım, mən pasiyentlər də bilir ki, mən o xanımların üzünə sırf dolğu ilə işləm edərkən, inanın, heç çox travma yetirmirəm. Xanımlar prosedurdan çıxırlar və elə bir üzlərində heç bir prosedur olunmayıb. Elə bir sima olur. Qızartır, göyərtir. Bəli, çox çünki doktorumuz incə işləyir. Travma çox olmur. Amma yerinə oturmağı var. Bu dolğudur. Dolğu yerinə su deyil axı, sıra vuran kimi. Su belə orqanizmə yeridilərkən, tutaq ki, hər hansı bir fizioloji rastı var. O belə orqanizmə yeridilərkən bir gün həmən nahiyədə şişkinlik olur. Bu isə dolğudursa, ən azından 2 həftə, 20 gün üz nahiyəsində bəzi nahamarlıqlar ola bilir, bəzi əlimizi vuranda kələkötürlər ola bilir. Buna görə narahat olmasınlar. Bu kənardan siz görsənmir. Sadəcə olaraq biz əlimizlə hiss edə bilirik. Əgər təbii dolğudursa və siz öz həkiminizə inanırsınızsa, onda siz rahat da oturun. Çünki bu 20 gün, maksimum 1 ay, ay yarım müddətində öz yerini alacaqdır. 4018 nömrəli abunəçi yazır. Mənim gözəl doktorumu Sağlam Günayda gördüm, çox sevindim. Məni gözəlləşdirən həkimim. Demək olar ki, Azərbaycanın hər bir bölgəsindən, hər bir yerindən, hətta xarici ölkələrdən belə bizim dəyərli Sidiqə xanımı deyib gələn xanımlarımız var. Və hal-hazırda xanımların arasında daha çox sual gəlir. Bu 5 nöqtə, 3 nöqtə prosedurları ilə bağlı ki, bu prosedurlar da düşmüş iş sindromunu aradan qaldıra bilərmi doktor? Günay xanım, bu haqda çox müraciətləri olur. Bəzən dolğu istəməyən xanımlar həmən prosedurlara qaçırlar. Amma buradan da xanımları nəzərinə çatdırmaq istəyirəm ki, bu 5 nöqtədir, 7 nöqtədir, 6 nöqtədir, 9 nöqtədir, 14 nöqtədir. Demək, bu üzün bioloji aktiv nöqtələrinə tətbiq olunan bir işləmdir. Bu preparat, demək, bio və dolğu arası bir preparatdır. Bunu üzə tətbiq etmək, yəni yorğun üst sindromunu qismən olsa aradan qaldırır, qismən nəzərinizə çatdırım. Amma çox sallaq üzlərə mən onu məsləhət görmürəm. Deyirəm, öncə dolğu, sonra isə nöqtəli möcüzələr. Amma bunu nəzərinizə çatdırım ki, məsələn, biz normal üzə 7 nöqtəni tutaq ki, tətbiq ediriksə, il ərzində 2 prosedur, amma düşmüş üzlərdə artıq bu 6 proseduru biz nəzərə deyirik ki, əgər dolğu istəmirsinizsə, onda necə deyim, seans olaraq siz buna gəlməlisiniz ki, qismən də olsa dolğusuz üzünüz lifting olsun. Yəni, yorğun üst sindromu aradan qalxsın. Doktor, bəs botoks prosedurları düşmüş üzü korreksiya etməkdə necə rol oynayır? Günay xanım, çox gözəl bir sualdır bu. Mən bayaqdan hialuronik asidin dolğu olaraq yorğun üst sindromunu qaldırmasından danışdım. Amma botoks nə cür effekt verə bilər? Bilirsiniz ki, alın, qaş arası, göz ətrafı, burun üstü və gicgah nahiyəsindən temporal olaraq biz botoks işləmləri edirik. Buna full botoks deyirik. Qismən olsa bu hissələrə lifting verdiyindən həmən botoks proseduru qismən də olsa düşmüş üst sindromuna təsir göstərə bilir. Amma orada qalıcılıq çox azdır. Amma onun birlikdə botoks dolğu ilə kombinasiyası çox gözəl effekt verə bilir. Bizim dəyərli doktorumuza müraciət edərək, bizim dəyərli Səhiyyə Nazirliyinin lisenziyalı həkim kosmetoloqudur Sidiqə xanım. İşinin peşəkarıdır, vicdanlı həkimdir. Mən onu ona görə sevirəm ki, hər zaman işində vicdanlıdır. Mənə görə bu çox önəmlidir. Yəni, həkim həm peşəkarlığı, həm vicdanı bir aradadırsa, demək ki, o yaxşı həkimdir. Və Sidiqə xanım da bunun daşıyıcısıdır. Çox illik praktikası var, 10 ildən artıqdır ki, bu sahədədir və onun yanına gedən xanımların sayı millərlədir.
Hal-hazırda təşəkkür mesajları gəlir bizim canlı yayımımıza, TikTok canlı yayımıza. Mən çox sevinirəm Sidiqə xanım. Çox sevinirəm ki, siz bizim komandasısınız və bizim bir xanımlarımızı gözəlləşdirən bir mütəxəssisimiz kimi, onlara faydalı məsləhətlər verən, onların gözəlliyinin keşiyində dayanan bir xanım kimi məhz sizi görmək çox xoş olur Sağlam Günayda və sizin o yaz endiriminiz də çox yerinə düşdü. Buradan bir daha xanımlarımıza səslənirəm. Doktorumuzun Instagram səhifəsinə də keçid alıb baxa bilərsiniz. Bu nömrələrlə əlaqədə saxlaya bilərsiniz. 055 641 3909 055 297 71 61. Doktorumuz yaz endirimlərinə start verdi. Nə qədər davam edəcək doktor? Bir bəlli müddət varmı, yoxsa hələ davam edir? Yaz ayları dönəmində biz bu endirimlərə start verdik və hələ ki davam edir Günay xanım. Buyurub yararlana bilərsiniz. Azərbaycan Estetik Təbabət Assosiasiyasının üzvü Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşməsi İnstitutunun Rusiya diplomundan sonraki Tibb Akademiyasının Tibbi Kosmetologiya Fakültəsinin məzunu, Səhiyyə Nazirliyinin lisenziyalı həkim kosmetoloqu Sidiqə Həsənovaya müraciət etmək istəyənlər 055 641 39 09 055 297 71 61 sizin üçün aktivdir. Mən isə sizinlə bugünlük sağollaşıram. Sabah yenidən canlı qarşınızda olacağıq. 12:30-da görüşəcəyik. Gününüz, ayınız sağlam olsun. Sağlam olun hər zaman. Sağlam gün, ay.